Salam əzizləyicilər. Yeni bir debatla görüşünüzdəyik. Bugünkü debat mən düşünürəm əvvəlkindən daha gərgin və daha maraqlı keçəcək. Bizim qonaqlarımız Vüsal bəy, Çevik bəy, Ziya bəy və mən Fazil Əhməd. Əvvəlcədən bildirim ki, mən verilişin aparıcısı deyiləm. Mən burada iştirak edən TS-lərdən biriyəm. Sadəcə verilişə başlanğıc vermək üçün mən ilk sözə başlayıram. Birbaşa mövzuya keçirəm. Nizam və təsadüf. Dünyada, ümumiyyətlə kainatda bir nizam hökm sürür. Bunu nəinki biz, böyük mütəfəkkirlər də, tanınmış mütəfəkkirlər də inkar etmir. Amma bu nizamın təsadüf nəticəsində ortaya çıxması, ümumiyyətlə bir nizamın olmaması iddiası həmişə mübahisə obyekti olub. Mən qarşı tərəfə bu sualı verməklə start vermək istəyirəm debata. Doğrudanmı bunu düşünmək olarmı ki, tutalım bir meymunu zooparkdan kompüter arxasında əyləşdirsələr və həmən meymun doğrudanmı klaviaturanı basan zaman orada meymunun tərcümeyi halı yazılacaq? Buyurun. İcazənlə mən başlayayım. Əslində maraqlı bir mövzu toxunmusunuz. Bu əsasən meymun və klaviatur, Daktilo və Shakespeare əsərindən bağlı başa düşürmək demək istəyirsiniz ki, yəni bu təsadüfi şəkildə əslində orada milyonlarla meymundur və milyonlarla klaviaturadır. Əslində riyazi olaraq hesablasaq, əgər bizim əlimizdə sonsuz zaman və sonsuz təkrarlar varsa, riyazi olaraq mümkündür. Yəni onun ardıcıllığı pozmamaq şərti ilə, əgər bizim əlimizdə sonsuz deməzdim də, biz sonsuzluq insan üçün ümumiyyətlə bir ağır bir məfhumdur. Amma yəni bu mümkünlüyü varsa riyazi hesablamada, demək ki, bunun olasılığı da var. Amma buna hər hansısa bir biz deyə bilmərik ki, bu onu eləyən o meymun, onların arasında peyğəmbərdir və yaxud da ki, ona vəhy gəlib deyə yazıb. Yəni yenə də bunların hamısı təsadüf deyə bilərik. Amma bizim təsadüf deməyimiz, ümumiyyətlə soruşun ki, insanlar təsadüf deyiləndə səhv başa düşürlər. Biz bir şeyə təsadüf ona görə deyirik ki, biz bunu tam 100% hesablaya bilmirik. Amma biz bir şey hesablaya biliriksə, biz bunu artıq nə deyirik? Qanun deyirik və ya da çalışan bir mexanizm deyirik. Yəni mənim hesablamama, mənim yanaşmama görə bəli bu mümkündür. Ümumiyyətlə biz bir şey başa düşməliyik. Mən hətta sizə bir sual da vermək üçün, siz əvvəldə bir gözəl bir ifadə işlətdiniz. Müəyyən mütəfəkkirlər də bildirirlər ki, kainatda nizam var, ümumiyyətlə hər bir şey nizamlıdır və s. Mənim axırdakı hansı mütəfəkkirlər bunu bildirir? Bir, ikinci məsələ onların avtoritetlik dərəcəsi nə dərəcədə müəyyən olunur-mu? İkinci məsələ ümumiyyətlə elmi yanaşmada da, ümumiyyətlə istər naturalizm yanaşmasında da və s. avtoritet edən bir şey yoxdur. Çünki yenə biz qayıdırıq keçən dəfəki mövzuya ki, kainatda nizamın olma məsələsi. Kim bunu bildirib və nəyə əsasən bunu deyiblər və biz bunu ümumiyyətlə yoxlaya bilirik. Çünki bizim əgər biz bundan sırf fizika nöqteyi nəzərdən yanaşsaq, entropiya qanunu deyilən bir şey var. Yəni mən atıram da bu telefonu çox böyük sürətlə bu şüşə stolun üzərinə atsam, şüşənin üzərinə atsam, şüşə qırılacaq. Onun geri qayıdıb təzədən şüşə formasını alması, yəni ağla sığmaz bir şeydir. Bu da entropiya qanunudur ki, hər şey nizamdan xaosa doğru gedir. Amma o nizam dediyimizin də siz sual verirsiniz ki, nizamı yaradan kimdir və s. Burada nizam məsələsi nisbidir. Yəni mən bunu yarada bilərəm. Bu şüşə nizamlı vəziyyətdədir. Yəni ki, bu şüşənin molekulları mənim təsirimdən belə vəziyyətdədir. Mən bunu ancaq dağıda bilərəm. Bu dağılanı artıq mən bərpa etməyim mümkün deyil. Kainatda hər bir şey o qanuna gedir ki, nisbi nizamdan üzü doğru xaosa gedir. Kainatda hər bir şey. Yəni biz özü xaosa gedən kainatda, bəli, üzü xaosa gedən kainatda biz hansı nizamdan danışa bilərik və bu nizam sizcə, yəni siz mənə misallar çəkə bilərsinizmi ki, hardadır? Üstə gəldə ki, nizam deyəndə, ələxüsus kainatda və həyatda, insan bədəndə nəyə nəzərə tutursunuz? Mənə sizin nizam konsepsiyanız maraqlıdır ki, nizam nədir sizə görə? Çünki mən bilmək istərəm də hansı konsepsiya çərçivəsində müzakirə aparacaq. Qısaca sual verin ki, kimlər deyib bu barədə? Məsələn, adı Stephen Hawkingin özünün belə müsahibəsində Stephen Hawking kainatda nizamın olduğunu deyir. Yəni kainatın bir nizamlı bir sistem olduğunu deyir. Və onu daha dərinə göstərir, həssas nizam məsələsinə qədər göstərir. Məsələn, Robin Collins məşhur fiziklərdən biridir, tanınmış fizikdir. Robin Collins məsələn həssas nizam
olduğunu deyir. Həm də yəni nizamdan daha çox həssas nizam. Nizam deyəndə çox qısaca olaraq belə deyim ki, hər şey bir qanun çərçivəsində hərəkət edir kainat daxilində və bu qanunlardan kənara çıxmır heç bir hadisə. Bizim nizam dediyimiz şey budur. Yəni hər şey qanuna uyğun şəkildə hərəkət edir. Qanuna uyğun. Və bu deyirsən ki, yəni bu qanundan kənara hər hansı bir şey yoxdur. Bir cümlə artırım Ziyanın sözə, çünki İslama görə nizam nədir? Bunu da bildirir. Yəni qanuna uyğunluqdan savayı həm də detalların bir-biri ilə əlaqəsi. Tutalım ki, bədən üzvlərinin qanuna uyğun deyək işləməsi və bədən üzvlərinin də bir-biri ilə əlaqəsi. Bax bu əlaqə də nizamın içinə daxildir. Buyurun. Biz təsadüf məsələsindən misal giriş elədik. Bu təsadüf məsələsi çox problemli bir məsələdir. Yanlış anlaşıla bilən bir məsələdir əslində. Bu biz təsadüf olduğunu deyil, təbii bir proseslər nəticəsi olduğunu iddia edirik. Yəni təsadüf hesablaya bilmədiyimiz üçün, olasılığı hesablaya bilmədiyimiz üçün. Digər bir məsələ, siz nizam deyəndə nəyi deyirsiniz? Sonra da konkret təyin olunmasını, yəni tam təyin olunmasını istəyirəm ki, bütün kainat mı nəzərdə tutulur, yoxsa ki o kainatın %1'lik 0,0001'lik hissəsində nizamlı bir yaşam mexanizması var. Digəri xaos və boşluqdan ibarətdir. Nizamın olduğunu verir də, qanuna uyğun. Qanuna uyğunluq. Yəni baxın bu sual olaraq deyirəm təkcə. Yəni Cəlal Şengörün dediyi dünyada nizam yoxdur. Qəbul edirsiniz, izah eləməklə öz fikrinizi də eləyin. Fərqli mən izah verəcəm, amma tamamilə fərqli bir istiqamətdə. Birincisi, nizam dediyimiz şeyi təyin edəndə ki, qanun uyğunluqdur. Qanun uyğun olmayan və qanunların işləmədiyi də mexanizmalar var. Məsələn, qanuna uyğun nə var? Qara dəliklərdə fizikanın bəlli qanunları ümumiyyətlə işləməyə bilir. Yox. Qanun uyğunluq deyəndə nəyə qayıdırsınız? Bioloji yoxsa fiziki? görə qara dəliyində öz fiziki qanunları var və orada da hər şey o qanunlara tabedir. Yəni məsələn yerdə olan fiziki qanunların bəziləri misal üçün ulduza keçməyə bilər. O demək deyil ki, burada xaos var. Hər şeyin öz qanuna uyğunluğu var və hər şey o fiziki qanunlar çərçivəsində hərəkət edir. Yəni orada qanundan çıxma yoxdur. Sadəcə qara dəliyin öz xarakteri var, xüsusiyyəti var. Ona uyğundur oranın fiziki qanunlar. Bu barədə də danışarıq ki, qara dəliklərdə fiziki sabitlər və ya hər hansı bir sabitlər necə və hansı formada işləyir. Bildiyim qədərilə qara dəliklərdə fiziki sabitlər necə işləyir, yəni tam bilinən bir mövzu deyil. Həqiqətən bu barədə danışmaq özü biraz. Qəriz məsələdir. Fazil bəy dediyi kimi bədən və insandan gedirsə söhbət, kifayət qədər molekulyar dezavantajlarımız var. Yəni İmmun sistemləri var. Dezavantajı izah eləyərdiniz. Bəli, antioksidanlarımız öz hüceyrələrimizə qarşı mübarizə apara bilir. İmmun sistemimiz özümüzə qarşı mübarizə apara bilir. Mutasiyalarda, yəni mutasiya səviyyəsində gedən dəyişikliklərdə, məsələn HIV-ə görə CCR8 mutasyonu kimi mutasyonlar eyni zamanda HIV-in qarşısını aldığı kimi seroza yol aça bilir və ya başqa xəstəliklərə yol aça bilir. Digər bir məsələ onurğa məsələsi ciddi bir məsələ ki, insan adaptasiyasının, təkamülün adaptasiyasının elə yekunlaşmadığını və tam oturuşmadığını təyin edir. Ondan da savayı bir sən onurğa məsələsinə əlavə etmək istəyirəm. Məsəl üçün biz yer kürəsində olan bütün dişi canlılara baxsaq, heyvanlardan söhbət gedir, məməlilərdən daha doğrusu söhbət gedir. Onlar dünyaya uşaq gətirəndə onların oturuşları var da, o çanaq sümüyünün və s. Heyvanların dünyaya uşaq gətirməsi daha aşağı, daha az ağırlı prosesdir. Nəinki insanlarda, qadınlarda. Çünki qadınlarda bu prosesin ağırlı olmasının səbəbi birbaşa olaraq insanların təkamülə görə ayağa qalxmasıdır. Onlarda o çanaq sümükləri. Bəli. Və ona görə də yəni Homo sapienslərin belə ağırlı keçirməsi, biz əgər misal üçün biz deyirik həssas ayardır, hər şey nizamlı olmasıdır, burada artıq yəni biz yeri gəlmişkən bir yanaşı, mən nəyə görə deyəcəm də, biraz çelişki yaranır nədə. Əgər biz misal üçün insana ali varlıq deyiriksə, istər xristianlıqda, istər İslamda, istənilən bir dində insan ali varlıqdır. Amma nəyəsə görə insanın dünyaya gəlmə prosesi, heyvanlar ki, onlar ümumiyyətlə sizə görə şuursuzdur, şuursuz deyil ki, ali deyirlər də, ən azından insan əfəq. Onlarda o proses dünyaya hər hansı bir körpə gətirmək daha az ağırlı proses. İnsanlarda isə ağır prosesdir ki, insan ali varlıqdır, amma qadına bu boyda, yəni əgər həssas ayar kiməsə ağırı və acı verirsə, mən burada hər hansı bir nizam açığı görmürəm. Yox, sizə görə tam xaosdur yoxsa tam nizamdır? Mən açığı deyim, mən kainatda hər bir şeyin xaotik olduğunu düşünürəm. Nəyə görə izah edəcəm? 7 ildən sonra, bu yaxınlara gəlmişdim, o video paylaşım, 7 ildən təqribən hesablamayası 7 ildən sonra bir asteroid həqiqətən də Aya dəyəcək.
Aya toxunacaq və biz bunun qarşısını almalıyıq. Əslində birinci hesablama onu göstərir ki, yer kürəsinə dəyə biləcək. Amma son hesablama göstərir ki, bir də fevralda bir də hesablayacaq ki, bu aya dəyəcək. Onun aya dəyməsi bizə çox mənfi təsir göstərəcək. Birinci səbəb odur ki, 7 ildən təqribi hesablamaya əsasən görə, fevralda bunu dəqiqləşdirəcəklər də, dəqiqəsi, saniyəsi, ili və s. Amma 10 il götürək də şərti olaraq 10 ildən sonra bu aya toxunacaq və aya toxunandan sonra, dəyəndən sonra oradan çıxan o qırıntılar, toz və s. inanmıram ki, nizamlı şəkildə hərəkət eləsin. Bu özü çox xaotik şəkildə hərəkət edəcək. Bu baş verməsin deyə yer kürəsində artıq, yəni NASA-dır və s. digər kosmik agentliklər 1 megaton gücündə bir atom bombasını, nüvə bombasını göndərmək istəyirlər o asteroida ki, onu ən azı yuxarıda parçalasınlar, aya dəyməmiş parçalasınlar. Onu belə parçalayandan sonra o asteroidin hissələrinin hara hərəkət edəcəyi qeyri-müəyyəndir, yəni xaotikdir. Bunu indi biz ən azı hesablaya bilirik ki, bu gələcək. Onu bildim də, mən yəni nizam dediyim, mənə görə şəxsən nizam deyiriksə, biz əgər bir qanuna uyğunluq varsa, nizam varsa, onun hər bir baş verəcək hadisəsini biz hesablaya bilirik. Amma əfsuslar olsun ki, bizdən həm 3 işıq ili uzaqlıqda bir asteroid öbürüsünə dəydi. Nə bilim, qara dəlik də ola bilər bizim yanımızda, biz bilməyə bilərik. Bu arada asteroid demişək, quyruqlu ulduzların biokimyasal tərkibləri, yəni bəlli cihazlarla, bəlli sistemlərlə ölçülə bilir. Başqa bir sistemdən gələnlərdə kimyasal tərkiblərin fərqlilikləri var. Yəni bu da açıq-aşkar, hətta bundan başqa da yüzlərdən bu istiqamətli dəlil var. Bizim sistemə, yəni kainat adaptasiya olmaqlıq məsələsi var. Kainatın bizə görə var olması deyə bir anlayış yox. Yəni məncə bu əlaqəsiz gedirik. Yox, nizam deyiriksə, məncə nizam mənə görə hesablana bilən bir şey. Determinizm ayrı bir şeydir, nizam ayrı bir şeydir. Determinizm sən dediyin kimi hesablamadır, yəni hesablaya bilərik. Nizam isə odur ki, hər şey müəyyən qanun çərçivəsində hərəkət edir. Yəni asteroidin parçalanması, o da bir qanun. Yəni bu hamısı müəyyən fiziki qanunlar. Onda belə bir şey. Biz ona müdaxilə edə bilirik yoxsa yox? Qoy mən orasını izah eləyim. Üzr istəyərək. Baxın, müəyyən yerlərdə, istər bu insanın daxilində olsun, istər kainatda olsun, xaosun olması bizi çaşdırır. Yəni, bütün dünya xaosdur, bütün kainat xaos üzərində qurulub fikri yaradır. Amma nə? Baxın, damar daxilində leykositlərin, eritrositlərin hərəkəti əslində xaotikdir. Yəni, damar daxilini böyütsələr və bunlar olunur hal-hazırda var, eritrosit və leykositlərin hərəkəti tam xaotik görülür. Amma bu, böyük bir nizamın tərkib hissəsidir. Yəni, biz kainatda gedən bütün proseslərin, xaotik proseslərin böyük bir nizamın tərkib hissəsi olduğunu qəbul edirik. Yəni, hələ xaos və nizamı tam aydınlaşdırmamış. Yəni, insanlarla nedir yəni? Əslində, bu bir-birinin əksidir. Yəni, bir-birinin əksidir. Siz xaos və nizam deyirsiniz, Fazil bəy. Bu xaos dediyiniz, nizam dediyiniz şey, ali şuura, hər hansı bir üst şuura bağlıdırsa və sabitləşdirilmiş bir nizam varsa, bu müdaxiləyə açıqdır deməkdir. Çünki kainatda qlobal səviyyədə, universal səviyyədə olmaq yer kürəsində bütün iqlim sistemini dəyişə biləcək potensialı var insana. Yox, yaradılış baxımından nizamdır, müdaxilə əlbəttə açıqdır. Müdaxilə açıqdır. Bu o deməkdir ki, ortada bir nizam varsa, onun bir yaradıcısı məsələsi şübhə altına düşür. Çünki sistemə müdaxilə olmaq mümkündür. Müdaxilə eləmək mümkündür. Baxın, belə çıxır ki, sizin sözdən belə çıxır ki, bir saat varsa, biz ona müdaxilə edə biliriksə, o saatın müəllifi yoxdur. Müəllifinin ali şuur sahibi olması şübhə altına düşür. Niyə? Çünki sabitlər dediğiniz şey tanımlayırsınız. Tanrı tanımına gələndə, Tanrının kimliyinə, qabiliyyətlərinə, xüsusiyyətlərinə girəndə sabit bir qayda qoymuş, bizim üçün var elədiyi bir kainatdan gedir söhbət. Və bizdən müstəqil bütün sistemə müdaxilə imkanı verir. Amma ixtiyar, belə deyim, bizə ixtiyar verib ki, necə ki, bir saat ustası bizə icazə verib ki, biz o saatın mexanizmlərinə toxunaq, onu ayıraq, dağıdaq, o mexanizmi dağıdaq. Amma bu onun müəllif olmasını qaradan aparmır. İki sual çıxır ortaya, özü kəskin işi sual çıxır. Birinci məqsəd, səbəb. İkincisi 14 milyard il proseslərdə. Üçüncüsü də Tanrının bacarıqsız ya da bacarıqlı olma məsələsi. Yəni, ali şuurun denəmə yanılma deyək də, Azərbaycanda test edib, xətaları görüb davam eləməsi. Bu ali şuurun tanımına sıxan bir anlayış deyil. Yəni, bir dəfə var olur, canlılıq inkişaf edir, bəlli bir buz dövrü və ya panspermiyanın sonu,
asteroid düşür və s. Bu o vaxt bitir, başlayır, Mən bitir, soruşuram, başlayır. Bu o vaxt məqbul sayılardı ki, Tanrıya aid hər hansı bir konsepsiyalarda bu iddia olunsun ki, Tanrının yaratdığına heç kim müdaxilə edə bilməz. Məsələn, hətta Quran-ı girmək istəməzdim kontekstə. Quran-ı buyurur ki, sizin rəftarlarınız kainatdakı proseslərə təsir edir. Onda bir şey soruşum da, mən konkret misal üzərindən gedim. Misal üçün 10 il sonra Aya yaxınlaşacaq asteroid nizamlı şəkildə yaxınlaşır, onu demək istəyirsiniz. Tamam. Yəni onun nizamlı şəkildə Aya yaxınlaşır. dəyəcəyimi biliriksə də mənim nizam var. Tamam, Burada. okey. Yəni, o qanuna İndi bir şey uyğunluğu deyim də, görürəm. qanuna uyğunluqdur. İndi biz ona təsir edib o asteroidi partlatsaq, necəsə qarşısını alsaq, trayektoriyasını dəyişək, biz o nizamı pozmuş oluruq. Çox düzgünsən. Bu arada biz eləməsək belə o bir şey deyilsə uzaqlaşa bilər. Nizamı pozula bilər. Necə başa düşürsünüz buna? Yox, mən deyirsən, mən Sanki nizam belə bir şeydir. Yəni hər şey düppədüz Yox, elə yox. Mən ona görə dəqiqləşdim səndən ki, əgər o asteroid gedib Aya dəysə, o nizamdır. Asteroid, məsələn, nə vaxt nizamsızlıq ola bilər? Asteroid ki, gəlir tərəfə, misal üçün. Gəldiyi yerdə qəfildən fırlanar, təzən qayıdar arxaya. Bu artıq nizamsızlıqdır əgər gəlirdi. Artıq burada bir dənə qanundan çıxma görürük. Yəni bizdə qanun var. Okey. Bu qanunu pozur çıxıyor. Gravitasiya falan olmadan, nə bir qara ulduz səthi, qara dəlik səthi buna, nə bir hansısa böyük ulduzun gravitasiya səthi heç olmadan boşluqla getdiyi yerdə öz başlarında fırlandı və fırlandı qayıtdı dala. Bu nizamsızlıqdır. Okey. Mən nəyə görə çəkdim? Mən sualım cavabsız qaldım. Nizamsızlığın elə bir tanımı Zaten. Nizamsızlığın elə bir tanımı yox. Nizam budur da. Nizam qanuna subyektiv uyğunluqdur. Seviş Bey, Subyektiv yorumdur. əgər Ya yaxşı onda nizam nədir sənə görə? Nizam dediyiniz şeyi Sizdə konkret izah verirlər. Nizam nədir? Mən deyirəm nizam hər bir şeyin qanuna uyğun hərəkətidir. Qanuna uyğun hərəkət eləməsi onun nizamlı olduğu anlamına gəlmir. Niyə? Nizam Çünki nizamlı gələn və bəlli qanunlar çərçivəsində gələn bir şey istənilən bir iqlim şəraitində və ya istənilən fenomenda dəyişə bilər. Tamam, nizama tərif verdi onda. Bunu biz yox, siz verməlisiniz. Çünki biz nizamı qəbul edirik. Mən nizamı Nizam qəbul etməmişsiniz. Çünki mən nizamı qəbul Mən eləsəm, nizamı qəbul biz bundan qabaq ki, debatda müzakirə etdiyimiz Laplace'ın ilminə getməliyik. Mən qəribə gəlin nizam qəbul etmək deyəndə. Misal üçün deyirəm, Shakespeare-in Romeo and Juliet əsərini oxuyanda əsərdə nizam var yoxsa yox? Sən lokal baxırsan məsələyə. Siz deyirsiniz ki, ümumiyyətlə nizam anlayışını Zəbə konsepti təyin edilən şey Yox. nizam yoxdur, kaos var. Yox, mən sual nədir? Siz ümumiyyətlə Təsadüf yoxdur, təbii mən proseslər var. kainatdan danışmıram. Deyirəm, ümumiyyətlə nizam anlayışını qəbul edirsiniz. Ümumiyyətlə. Nizam çox şey də ola bilər, amma universal kainata nizamı universal nizam demək. Mən də onda o tərifi istəyirəm sizdən ki, bizim anladığımız nizam budur, qanuna uyğun hərəkət. Tamam. Siz də deyirsiniz ki, bu nizam deyil. Mən də deyirəm, onda siz özünüz bilən nizamı bizə Bir dənə aydınlaşdırın. kiçik sual verim. Qanuna uyğun hərəkət dediyin Tanrının qanunlarıdır, onlara çıxır. Fiziki qanunlar, fiziki qanunlar da Tanrıya bağlı olduğuna görə, biz zaten Amma hamısını fiziki söyləmək qanun. istəyirik. Bildim. Fiziki qanunlar. Bax, mən sualımın cavabını almadım bayaqları. Çünki mən sənə hər iki sualda sən nizam dedim. Bax, asteroid gəlir, mənə dəyir. Mənə yox, Aya dəyir. Bu nizamdır. Mən o asteroidin Aya dəyməsinin qarşısını alıram, bu da nizamdır. Axı mən bundan qabaqki A nizamının qarşısını B nizamı ilə alıram. O nizam qarşısını almaq bu insan tərəfindən olur. Yox, nizamın qarşısında Mən çelişki içindəyim ki, o da nizamdır, mənim dəyməyim də nizamdır. Aydın, burada belə bir şey yoxdur. Bir dənə nizam var. Bu nizamın qarşısını alır. Belə bir şey yoxdur. O proses nizamdır. Sən bu hadisənin qabağını necə alın? Bir dənə raket göndərdin, vurdan, düzdür. Bunlar hamısı fiziki qanunlar çərçivəsində hərəkət edir, ya yox? Bəs mən də onu deyirəm ki, əgər biz bir ali və şuurlu canlının varlığını, daha doğrusu, bunları təyin etməsindən danışırıqsa, əgər yəni bu hər bir şey onun əlinin altındadır da, bura bunu göndərib. Bəli. Düzdürmü? Bu bilmirdi ki, mən bunu dağıda biləcəm. Allah bunu mənə göndərib deyirsən. Yox, hər bir şey qanuna uyğundursa, bu Allahın izni ilə mi deyim, və ya da Tanrının həssas toxunuşu ilə hər bir şey Allah göndərib demirəm. Allahın qoyduğu sistemə əsasən Çox üzr istəyirəm, çox üzr istəyirəm. Siz Ezgiyə bəyin dediyinə mən kəskin etirazım var ona görə ki, İslamın konseptində bəli, hər bir yarpağın göndərilmə səbəbi, düşmə səbəbi, tərpənmə səbəbi Tanrıdır. İslam konsepsiyası. Ona görə mən sizin nizamı tənzimləyən nizamçının dizayn edən hansı konseptə oturduğunu bilgisi var. İndi bax,
bilgini nə? Bax o bilgiyə qayıdaq da. Bilginin özü belə hardan gəlir ona? Bir dənə də xahiş edirəm, nizama tərəf verəndə çox xahiş edirəm. Mənə görə nizam, Mənə görə yox, bir şey olmalı. Hətta başıma demirsən, mən sənə görə nədir? Mən də bilmirəm, mənə görə nədir? Əgər misal üçün atıram, mən bir şeyi yaradıramsa, mən bunu hesablaya bilirəmsə, bunun proqnozunu verə bilirəmsə, o hara gedəcəyini hesablaya bilirəmsə, mənə görə bu nizamdır. Sən səfqə qavramı sən axıl olmalı. Sən determinizmlə nizamı qarışdırırsan. Əslinə qalsa bu nizamlı gedir də hər bir şey. Yəni mənim dediyim konseptdə bu nizamlıdır. Sən dediyin şeyin adı determinizmdir. Yəni səbəblərə baxaraq nəticəni müəyyən Amma sən dediyində də sənin konsepsiyanda da bunu göndərən də Tanrının qoyduğu qanunlardır. Onda mənasız çıxır ki, bu Tanrının qoyduğu qanun əgər bu asteroidi mənim qabağıma çıxardırsa, mən bunu dağıda bilirəmsə, mənası nədir bunu mənim qabağıma çıxarmaq? Çünki minus 1 üstə gəl, plus 1 eləyir 0. Mən sizə deyim. Mən orasını Sənə fikirləşsən ki, Tanrı göndərir. Demək, görsən Tanrı göndər demədim. Tanrının qoyduğu qanun. Mən kömək eləyim sizə biraz. Baxın, biz nizam deyəndə xaosun əksini nəzərdə tuturuq. Xaosun əksini bu bir. Və xüsusən bax Xaos da deyil müəllim. Onu da biz söhbət eləməliyik. Biz nizam xaosdan danışırıq, amma təriflər xaos nədir, nizam nədir? Təsadüfi və əlaqəsiz hərəkətlər. Təsadüfi və əlaqəsiz. Təsadüfi deyəndə yəni biz hesablaya bilməyəcəyimiz. Yox, hesablaya bilirik, amma yaranış baxımından təsadüfdürsə biz hesablaya bilirik. Təsadüfən yaranma, təsadüfən sıralanma. Məsələn, tam götürək səbəbsiz deyək bəlkə, çünki təsadüf elədir ki, yox, səbəbsiz olmuyor. Burada iki məsələ var, belə. Bir rastgeledir. Bunu Azərbaycanda rastgele yoxdur. Təsadüfdür də o. Ayrı şeylər. Yəni baxın, tutalım üzüllallarda o kodlaşdırma məsələsi. Biz deyirik ki, bu nizamdır, siz deyirsiniz ki, bu xaosdur. Biz bunu açıqlaya bilirik də Fazıl müəllim. Yox, açıqlaya bilirsiniz necə? Kodların molekulyar səviyyədə bunun necə evrimləşdiyini, məsəl üçün problemli məsələlərdən biri nədir? Sodium potassium nasosları, yəni qanın laxtalanması ən ciddi təkamülü dezavantaj kimi görünən şey. Tamamilə necə işlədiyi, hətta minimal mexanizmalarla işləyən canlıların hələ də var olduğu məlum. Yəni xromosom kodlaşdırılmasını əsaslandıra bilmirsiniz tamamilə siz. Xromosom kodlaşdırılması deyəndə ki, Fazıl müəllim 2002-ci ildə zaten səhv eləmirəmsə Kolumbiya Universiteti Molekulyar Biologiya və Biologiya kafedrasında departamentləri insanın nükleotidləri tamamilə düzlənib, yəni genetik açılımı verilib. 98 və ya 2000-də şimpanzi yazılmışdı. Bu səbəbdən ölçmüşlər neçə faiz 1,20 fərqi ilə. İnsanın genom sistemi artıq tamamilə bilinir. Üstəlik buna müdaxilə də oluna bilir. Yəni bəlli modifikasiyalar eləyə bilirlər. Məsələn, aydındır bəli. Yaponiyada eləyirlər, Amerikada rekombinat, yəni gen mühəndisliyi apara bilirlər. Hətta istədiyin göz rənginə sahib olan uşağı dünyaya gətirə bilərsən. Digər məsələ bu xromosomların necə atavist genlər deyək də belə sabitlənmiş, ötürülən, instinktiv və ya təməldə molekulyar səviyyədə ötürülən genlər də təyin olunub bəllidir. Çünki insanın embrion mərhələsində deaktivation olan, yəni belə deyək də bloklanan genlərin içində amfibik genlər var. Ya bunlar birdən-bir orada var olacaq və ya standart bir nizamlı bir sistemin içinə qoyacaq, ya bir gen yaradıb içinə, gen hovuzu yaradıb içinə amfibik genləri sadəcə var olsun və sonra da bloklansın deyə qoyacaq bir mexanizma da yoxdur. Biraz kənara gedirsə tam. Yəni o kodlaşdırma təsadüfdür yoxsa xaosdur? O kodlaşdırma təsadüf də deyil, xaos da deyil. Avantajlara görə şəkillənməli. Milyarddan 1 milyondan bir gəlib üst-üstə düşə bilər. Nümunə verim sizə. Afrikada və bəlli bölgələrdə, Nepalda məsəl üçün, Afrikanın özündəki bu izlənən və birbaşa gözləmlənən bir şeydir. Buynuzlu cərgədanların hal-hazırda buynuzsuz doğulmaları daha çoxdur, nəinki buynuzluları. Çünki dezavantajdır. Buna siz nə deyirsiniz? Məsəl üçün, antitekamülçülər buna deyir ki, bu adaptasiyadır. Amma məsələ burasındakı adaptasiya o halda deyə bilərsiniz ki, fenotiplərdə sabit dəyişiklik olmasın. Yəni, gen kopyalarında sabit dəyişiklik olmasın. Mən gəlir sizə elə ateizmin deyək, tanınmış şəxsiyyətlərindən birinin nizam haqqında dediyi bir kəlməni deyim. Elə bunun üzərində davam edək. Baxın, Richard Feynman, tanınmış fizikdir. O deyir ki, dünyada, kainatda simmetriya var. Simmetriya var. Və bu simmetriyanın hardan gəldiyini biz açıqlaya bilmərik. Mən yenə deyirəm, biz şəxslərlə ölçmürük. Amma dediyi sözdür, dediyi bir doğru arqumentdir. Deyir, dünyada simmetriya var. Biz bu simmetriyanın hardan gəldiyini ölçə bilmirik. Hətta 3 yerə bölüb simmetriyanın bildiyim qədərilə zamanın simmetriyası, məkanın simmetriyası və istiqamətin simmetriyası. Bunlara ayırıb. Yəni, bu simmetriyanın özü bir qanuna uyğunluq deməkdir və bu qanuna uyğunluq da qanun qoyanı tələb edir. Bax, buradan davam edeyim.
Xeyir deyil, çünki təkamül dediyimiz şey, indeks dediyimiz şey təkcə biolojik canlılar deyil. Məsəl üçün günəşin bəlli bir ömrü var. Yəni bizə adaptasiya olunmuş, bizə uyğunlaşdırılmış bir mexanizma varsa, onun sonu olmamalıydı. Və ya başqa cür qurula bilərdi və ya ehtiyatsız ola bilərdi. Burada artıq məqsəd və niyyət məsələsi problemi yaşayırıq. Digər bir məsələ Big Bang-dən sonra, yəni o 0 nöqtəsi ki, 0 nöqtəsi özü problemli bir məsələdir. 0 nöqtəsindən sonraki genişlənmədə xaotik bir genişlənmə var. Nizamlı bir genişlənmədən söhbət edə bilmərik biz. Dönəmində artan, hal-hazırda minimallaşan bir genişlənmə. Necə izah edə bilirsiniz? Genişlənmə. Rast elə bir genişlənmədir. Yəni xüsusi bir nizam daxilində genişlənmədən biz söhbət edə bilmərik. Çünki bəlli dövrlərdə 24-də səhv eləmirəm müsabiqə. Edwin Hubble tərəfindən kəşf olundu. Yüksək sürətlə genişlənir. Duraksama dövrü yaşadığı dövr olub, fərqli situasiyaların yaşadığı dönəm olub. Məsələn, Günəş sisteminin özündə də bəlli geriyə dönüşlə baxdığımızda kaotik bir sistem olub. Yer kürəsinin özünün yaranmasının nəticəsi, yaranma səbəbləri. Bunlar sübutda ilk yaranan ulduzların çox böyük olması, yəni tez ölməsidir. Ondan sonra artıq yaranan ulduzların daha ölçüdə balaca olması. Çünki əvvəllər xaotik olduğu üçün bütün bu ulduzların yaranmasının da səbəbi məhz bu qaz və toz buludlarının çox həcmli şəkildə gravitasiya tərəfindən sıxılıb yaranmasıdır. O vaxt aşırı dərəcədə xaotik olduğu üçün onların topası, belə deyək də, lore dildə izah edək ki, topası daha böyük idi. Çünki xaotik idi. Ondan sonraki gedən proseslər artıq səpələnmə baş verir. Kainat artıq öz içində genişlənməyə başladığı üçün bu kainatın içində gedən artıq. Bu sonradan nizamlı oldu da. Nizamlı olmadı. Yox, nizamlı olmadı. Dağıla. Kaotik idi deyə ulduzlar böyük olurdu. Məkan olaraq götürsək. Kaotik mən yenə də deyirəm, çox üzr istəyirəm. Mən 2 dəqiqə vaxt verir. Danış. Burada xaos söhbətində ümumiyyətlə ciddi anlaşılmalıdır var. Məsələn, bizdə adətən sizi qəsd eləmirəm, amma ümumiyyətlə deyirəm də. Məsələn, non-testlərin Cavan Şəngörün sözünü götürüb dəfələrlə təkrarlamakları var. Məsələn, hər şey xaosda, hər şey. Əslində Cavan Şəngör xaos o mənada demir. Çünki başqa bir verilişdə izah edilir orada ki, xaos dediyi nədir? Cavan Şəngörün dediyi xaos nəzəriyyəsidir. Kəpənək effekti. Bəli. Cavan Şəngörün danışdığı budur. Yəni kiçik səbəblər böyük nəticələr gətirib çıxarır. Bəli. Bu ayrı bir şeydir. Bir də var biz xaos deyəndə qət edirik. Nizamsızlıq. Bu mənada kainatın xaotik olduğunu zaten mən inanmıram ki, bunu iddia edən bir adam var ki, kainat xaotikdir. Niyə görə? Çünki nizam dediyimiz şey qanuna uyğunluqdur və kainatda hər şey qanuna uyğun hərəkət edir. Müəyyən qanunlar çərçivəsində hərəkət edir və bu qanunlardan kənara çıxmaları yoxdur. Və bu baxımdan biz zaten heç bir şey xaos deyə bilmirik. Qanuna uyğunluq Əslində biz buna əgər kainat prizmasından geçsək, biz kainatın ümumi uşaqlıq şəkilliyirik də biz buna. Biz kainatın necə yayılması, kainatda olan baryon maddələrin yayılması xəritəsinə baxdığımız zaman bir boşluqlar görürük. Xatırlayıram, biz buna homojen deyirik də, bütün maddələr nizamlı şəkildə, belə deyək, izahından, konseptindən geçsək, kainatda bu boşluqlar əslində qalsa olmamalıdır. Yəni, əməlli başlı bizim araşdırmalarımız, yəni bizi yayılan plazmanı hesabladığımız. Niyə olmamalıdır? Mən sənə izah edeyim. Bax, misal üçün də deyirsən ki, kainatda hər şey nizamlıdır. Mən görürəm ki, kainatın 93%, görünən kainatın 93%, yəni bu nəyə görə 93-dür? Çünki 93.8 milyard işıq ili çapındadır bizim gördüyümüz hazırda kainat. Mən görürəm ki, qardaş, bunun məsəl üçün atıram 93% homojendir. Eyni sayda paylanıb da şeylər, baryon maddələr. Baryon dediyimiz toxuna biləcəyimiz maddələrdir, hesablaya biləcəyimiz, təsir edə biləcəyimiz maddələrdir. Amma bunun bəlli yerlərində heç bir maddə yoxdur. Mən burada artıq hər hansı bir nizamdan danışa bilmərəm. Yoxsa burada nizam olduğunu düşünürsən? Çox üzr istəyirəm. Mən orada hansı fiziki qanunun pozulduğundan danışırıq. Biz orada hansı... Mən sənə deyim, bunun səbəbi, homojenliyin səbəbi, Big Bang-dən sonra bütün maddələrin hər tərəfə eyni yayılmasıdır. Ona görə biz misal üçün görünən kainatda homojen deyirik. Çünki kainatın hər bir deməyək də, yəni görünə bilən yerində demək olar ki, çoxluğunda maddə sayı demək olar ki, eynidir. Biz buna dolayı yola deyirik ki, maddə sayı eynidir. Amma əfsuslar olsun ki, bəzi yerlər var ki, boşluqlarla doludur. Bu boşluq var burada. Burada mesaj atıran heç nə yoxdur. Sözün məsələn niyə var? Bax, mən də onu soruşuram ki, əgər doğrudan da nizam varsa, bu ya 100% hamısında 1% olmalıydı, nizam varsa mı? Yox. Okey, onda sənə görə bu nəyə görə baş verir? Mən o maraqlı. Sadə bir şeylə, nümunə ilə bunu dəyərləndirə bilərik də. Siz hər hansı bir zərin
atıldıqda onun göstərdiyi rəqəm təsadüf kimi yoxsa nizamlı bir nəticə kimi dəyərləndirirsiniz? Aslında yenə də bir təsadüflə nizam ümumiyyətlə bir-birinə zidd qavramlar deyil, və bunları üz-üzə qoymaq da mən qəbul Mən eləmirəm. başa düşürəm amma bizlərin atıldıqdan sonra biz onu bəlli etkenlərlə sürtünməsini və ya surətini, dəydiyi, təmas elədiyi bəlli fiziki mövzularını hesabladıqdan sonra təxmin edə biliriksə, bu təxmin oluna bilirdi. Nizamlı olduğu anlamına gəlmir. Onun nizamlı davrandığı anlamına gəlmir. Yəni demək istəyir ki, o şeyə təsir edən Bunda bu cür Təsir eləməyə də bilər. Belə bir şeydir. Üzr istəyirəm. Burada problem odur ki, biz nizam deyəndə tam ayrı şeylərdən danışırıq. Da buna Məncə görə də. də ortaq məxrəcə gəlmək mümkün deyil. Biz ayrı şeydən danışırıq. Dostlar ayrı şeydən. Yəni nizam deyəndə anladığımız şeylər fərqlidir bizim. Baxın sizin dediyiniz məhz o ideyaya görə. Mən istəyirəm əlbəttə Vüsal bəy bayaq dediyim Richard Feynman, çünki laf əvvəldə Vüsal bəy dedi ki, tanıdığınız tanınmış şəxslər tərəfindən, dahilər tərəfindən kim nizamı qəbul edib, simmetriya vardır. simmetriya, yəni o məhz nizamlı Yəni olduğunu simmetrik qanunalılıq deməkdir. O da nizam. Burada çox Amma mən hələ də qarşımdakı argumentin iddianı anlayırıq. Ayrıca burada dil problemi var. Ziya ortada. bəy, Yəni mən nə deməsin, biz hələ ki bir iddianın tanımını qoya bilməmişik. Bu ince ayardı, fine tuning yoxsa başqa bir ayar. Çünki fine tuninglə Nədir? danışsaq, biz əgər okey də sizin misajən güclü argumentiniz ola bilər ki, gravitasiyanın gücü 1 nanometr zəif olsa ulduzlar yaranmazdı, 1 nanometr güclü olsaydı ulduzlar sıxılardı, heç nə yaranmazdı və s. Amma məsələ odur ki, biz nə o tərəfi nə bu tərəfi də bilmirik. Hazırda var olan mövcud şeyin içindəyik, sistemin içindəyik. Burada problem ondadır ki, biz var olan sistemin içindəyik. Tamam, iyi, xoş. Onda biz nəyə görə bu sistemin artıq var olmasını qəbul etməyik də onun kimsə tərəfindən toxunulmasını düşünürük. Sualımın ən belə deyim, vurucu hissəsi haradır? Biz əgər misal üçün bunların da hamısının simmetri olduğunu, insanın da istənilən bir dini yanaşmalarda da və yaxud da qeyri-dini yanaşmalarda da ali varlıq olmuşsa, hər bir şey insanın ümumiyyətlə mükəmməl yaradılışı, nizamlı yaradılışı nəzərə alsaq, ki, təsadüfi genetik xəstəliklərin, təsadüfi mutasiyalar nəticəsində yaranan genetik xəstəliklərinin mən bu nizamın içində sığdıra bilmirəm, əfsuslar olsun ki, məsələ odur. İzah verim sizə. Baxın, siz saatın mükəmməl bir mexanizm olduğunu qəbul edirsiniz. Deməzdim ki, mükəmməldir. Deməli, saatın tam mükəmməl olmaması onun müəllifinin olmaması anlamına gəlmir. Onda ikinci sual burada oradan ortaya çıxır ki, mükəmməl varlıq necə mükəmməl olmayan bir saat yaradır? Yəni yaradıcısının mükəmməl olmadığını deyil, bacarıqsız olduğunu göstərir. Bəs onu deyirəm də, misal üçün atıram da, mən indiki müasir şeydən yanaşmalıyım. Mən bir videoqrafım, video çəkirəm. Əlimdəki aparat mükəmməldir, başqa bir insan tərəfindən yaradılıb. Mən bu mükəmməl aparatı istifadə edib iyrənc bir video hazırlayıram. Burada günahkar mənəm, yaradıcı, videonun yaradıcısı, yoxsa həmin o video günahkar? Əlbəttə yaradıcı. Əlbəttə yaradıcı. Biz onda eyni konseptlə yanaşırıqsa, əgər hər hansısa bir qeyri-mükəmməllik görürüksə, demək ki, burada biz birbaşa olaraq artıq yaradıcıya ötürməliyik o məsuliyyəti. Yəni, mənim yaradacağım bir kodda problem varsa, o kodda problemin yaranması kodun günahı deyil, mənim günahımdır. İndi mən o qeyri-mükəmməlliyi izah edirəm. Yəni, Çox söyləyirsən, bu Vüsal bəyin dediyi argumentin ikinci ana sualı bundan ibarətdir ki, siz o yaradıcı dediyiniz ya da o nizamı təmin edən nə qədər bacarıqlı olduğunu, yəni hansı tanımlarda olduğunu, mükəmməldirmi, yoxsa dezavantajları varmı, əksikləri varsa heç bir problem yoxdur. Əslində Bir şey yaratmaz. nizam dəlili. Amma mükəmməldirsə hər şey net olmalıdır. Əslində biz nizam dəlilini ona görə ortaya atmışıq ki, nizam müəllifsiz qeyri-mümkündür. Ona görə bu mövzunu ortaya atmışıq. Siz bayaq soruşdunuz, nizam yəni nə? Nizam o deməkdir ki, yəni nizam müəllifsiz qeyri-mümkündür. Mən həm tamaşaçılar arasında bizim o bəzi işlətdiyimiz terminləri başa düşməyənlər də ola bilər deyə biraz primitiv bir misalla izah etmək istəyirəm, həm sual vermək istəyirəm. Baxın, təsəvvür edin, mənlə Ziya bəy bir otaqda yaşayırıq dalın. Tam bir əşyamızı itirmişik, başlayırıq kitabın arxasına o əşya pul deyə axtarmağa, tapa bilmirik, kitablar tökmüşük yerə, qapı qacaq tökmüş yerə, o pulu axtarırıq, tapa bilmirik və iş vaxtımızda ikimiz də şey edirik. Getdik. Mən 2 saatdan sonra qayıdıram. Kitablar hamısı yerində. Görürəm, kitablar hamısı yerindədir, qablar hamısı yerindədir. Zehnimə gələn ilk şey nədir? Ziya gəlib yığışdır. Müşahidə eləməmişəm onun ziyanı yığışdırmağını. Və məndən başqa, Ziyadan başqa da o evin açarı heç kəsdə yoxdur. Söhbət təkcə ziyanın gəlib eləməsindən getmir.
söhbət mükəmməl bir varlığın deyək, mənim kimi mükəmməl olan bir varlığın, mükəmməl yanımda, yəni ağıllı deyək, şuurlu bir varlıq desək daha yaxşıdır. Şuurlu bir varlığın evə gəlməsi və mən onu müşahidə eləməmişəm. Amma bu nizam, intizam, kitabların yerində olması və hər şeyin qab-qacağının yerinə düzülməsi mənə bu xəbər verir ki, bunu eləyən var. Bunu eləyən filan kəsdir və bunu eləyən var. İkinci misalda dedim, ikisini də siz cavab verin. Məsələn, bir adaya düşmüşük, orada heç bir insan yaşadığını müşahidə eləmirik, amma hələ ki müşahidə eləmirik, amma bir yerə çatanda görürük ki, orada doğrudan da əllə qoyulmuş pilləkənlər var. Yəni qazılıb, daşlar qoyulub, pilləkən. Bu pilləkənlərin olması bizə bu pilləkənlərin kim tərəfindənsə qoyulmasını açıq-aydın bildirir. Yəni məişətdə niyə görə biz buna dərhal deyirik ki, bunun müəllifi var, amma məhz baxın fəlsəfi müzakirələrə gələndə deyirik yox, müəllif yoxdur. Mən sizə izah edeyim. Məsələ icazənlə. Əgər biz insandan danışırsa, siz dediyiniz kimi Ziya, mən Ziyadan hər hansısa bir bundan sonra digər mükəmməl bir şey yaradacağını və yaxud da bundan sonra hər bir şey nizamlı eləyəcəyini gözləmirəm. Amma əfsər olsun ki, siz o pilləkən deyirsiniz, bu kitabların geri qayıtmasını deyirsiniz. Burada artıq lokal baş verən proses nədir və siz bu prosesdən sonra Ziyadan bir şey gözləntiniz yoxdur və Ziyanın üstünə yükləməyiniz yoxdur. Yəni məsuliyyət yükləməyiniz yoxdur. Amma əfsər olsun ki, biz kainatın ümumi yaranmasında hər bir şeydə, hər bir şeyə daha doğrusu nizam yarlıqını yapışdırırıqsa və qanuna uyğunluğu yapışdırırıqsa, bizim əfsuslar olsun ki, hər hansı bir gözləntilərimiz yaranır ki, şuurlu bir və mükəmməl bir varlıqdır. Yəni mən inanmıram ki, siz Tanrıya qeyri-mükəmməl varlıq kimi baxasınız. Yəni mükəmməl bir varlıqdırsa, bunun biləkiz yaradacağı bir şeylər də mükəmməl olmalıdır. Çünki ya da ki yaratmırsa bu qəsdi şəkildə mükəmməl olmayan şey yaradır. Burada artıq səbəb və nəticə əlaqəsi o sual ortaya mükəmməl ola bilməz zaten. Bu sual özü yanlışdır. Niyə onda bəs? Bilirsiniz niyə yanlışdır? Belə, çünki tanım verilməyib. Siz mükəmməl deyirsinizsə, o zaman və siz də sual verdiniz ki, niyə mükəmməl olmalıdır? Yes. O zaman ortaya kimin tanrısından danışırıq? Ən kamil. Yəni şuurlu və mükəmməl. Onda konsept olaraq biz kimin tanrısından danışırıq? Kantın tanrısından danışırıq, Aristotelin tanrısından. O ayrı bir məsələ. Müəllifdən danışırıq. Biz müəllifdən Universal müəllifə mükəmməl və şuurlu etiketini yapışdırırsa və yaratdığı hər şey mükəmməl olmaq zorundadır. Niyə? Çünki mükəmməlliyin tanımı budur. Elə bir tanım yoxdur. Bəs yaxşı, onda onun mükəmməl olmayan bir şey yaratması səbəbi nədir? Bir şey iddia eləmək üçün məntiqi əsasları verilməlidir. Mən də soruşuram ki, hansı məntiqi əsasla, bir də zəhmətimizə sistemləşdirək də, 1, 2, nəticə. Hansı məntiqi əsasla mükəmməl bir varlığın yaratdığı şey mükəmməl olmalıdır. Bir də onu əsaslandıraq da mən onu istəyirəm. Bəs mən də ona görə deyirəm ki, bizim əsaslandırmağımız üçün siz konsept təyin etməlisiniz. Hansı tanrıdan bir söhbət edirik? Hansı özelliklere sahiptir tanrıdan söhbət edirsiniz ki, biz onun şeyini, yəni mövzusu ilə bağlı deyək ki, bu belə olmalıdır, bu digər olmalıdır. Buyur mən ona izah verim. Baxın, mənə görə şəxsən bir ilahiyyatçı kimi mənə görə Tanrının yaratdığı kainat mükəmməldir. Amma bayaq sizin mutasiya barədə dediyiniz misallarla ki, Tanrının yaratdığında əslində əgər Tanrı yaradıbsa, əgər mükəmməldirsə və mükəmməl yaradıbsa, niyə belə ziddiyyət var? Daha doğrusu, məsələn, mutasiya kimi və ya buna oxşar bəzi hallar var ki, mükəmməlliyə ziddi, mən izah edirəm. Baxın, Tanrı bir toxumu mükəmməl yaradıb. Amma o toxumu biz şoran torpaqda aparıb əksək, aydındır ki, orada mükəmməl ağac bitməyəcək. Tam primitiv dildə izah edirəm. Amma həmən toxumu, doğrudan da o toxumun mükəmməl bitməsi üçün bütün şəraitləri olan yerə əksək mükəmməl bitəcək. Deməli, şərait, deməli Allahın, Tanrının yaratdığı şərait kamil şəkildə ödənsə, mükəmməl varlıq yaranır. Mükəmməl olmayan varlıqlar, mutasiyalar, qeyri-mükəmməllik, burada çətin bir şey yoxdur amma. Toxumu başa düşdüyü şərait tam Tanrı şəraiti ödənən bir şeyin mükəmməl yaranması. Genetik xəstəliyin nə şərait söhbəti ola bilər ki? Genetik xəstəliklər hansı şəraitdən söhbət gedə bilər? Genetik xəstəliyin özünün səbəblərini müəyyən eləmək lazımdır. Bu arada Fazil bəy, bu qədər dərinləməsi genetikaya girmədən biz sadə bir şəkildə bu tamam toxumu başa düşə bilərəm. Analogiya kimi qəbul edə bilərəm. Dinozavrların fosillərini eləyəcək. Yukatanların da sınar eləyəcək. Ziya bəy, siz bugün izah verin. Tək danışmayayım. Burada artıq siz özünüz mövqeyi sıxıntısı yaşaya bilərsiniz. Mən yenə də deyəm, biz burası danışırıq, amma yəni bu ortaq məqrədə gəlmək mümkün deyil. Yox, ortaq məxrəc deyəndə ki, biz cəmiyyəti izah verməliyik ki, xaosdur mu yoxsa nizamdır? Bildim.
Yəni qavramları tam ayrı cür başa düşür. Yəni mən nizam deyəndə ayrı şey başa düşürəm, misal ayrı şey başa düşürəm, çiftçilik ayrı şey başa Mən də ona görə bayaqlara Əmin sual olun, siz verdim. öz aranızda belə ayrı şeylər başa düşürsünüz. Yox, xeyr. Yəni İslamda bunun tərifi var. Onda bir şey deyim də, məsəl üçün atıram, kainatda baş verən bütün proseslər nizamlıdır. Bütün proseslər. Qanuna uyğundur yoxsa? Yox, bildim mən. Yaxşı, bax adım nizam qoymayım. Bax nizam Qanuna uyğundur. Determinizm. Kainatda baş verən hər şey Aha. fiziki qanunlar çərçivəsində baş verirsə bu qanunlardan çıxır. Gravitasiyanın verdiyi bizə müəyyən ayarlar nəticəsində ayarların içində baş verir. Aha, işte mən fiziki qanunlar çərçivəsində baş verirsə. Bax bizim Çıxmış nizam olsa dedi, kateqoriya. nizam dedi ya. Bax nizam budur. Bax hər şey o qanunlar çərçivəsində baş verir. Buna ilə razılaşdırılmaz. Tamam, Kuantum fluktuasiyalarında bir qanun mexanizmasındakı anormallıq bəllidir. Nədə? Kuantum fluktuasiyasını götürsək, lap dərinə Quantum getsək. fluktuasiyalarının heç nə müşahidəsi belə yoxdur. Var. Müşahidə olunmayıb. Bax, təsirləri müşahidə olunub, bundan təxmini bir şey çıxarış edirlər də. Yəni biz durub bunu dəlil kimi gətirmək biraz yanlış. İkincisi, Onun özünün qara olma- dəliklərdə var olan klassik fizikanın mexanizmaları keçərli deyil. Bax, yenə də denəmə canım gözüm. Qara dəliyin biz hələ qara dəlik haqqında o qədər az şey bilir. Hələ qara dəlik nədir onu özün bilmirik. Tamam, buna elçi yapışdırmırıq da, en azından ki bir tanrıdır və ya da nizam qoyur. Nizamın parçasıdır. Atam deyirəm, mən başlayıram sənə ki, mən buna etiket yapışdıram. Deyirəm ki, bu qara dəlik nədir hələ? Bax, bu özü nədir? Bax, bunu hələ bilmirik biz. Qara dəliyin nə olduğunu bilmirik. Ulduz deyən də var, nə bilim, başqa bir şey deyən də var, nə şey deyirlər. Yox, biz bilirik ki, qara dəlik. Qara dəlik hara aparır biz bilmirik. qara dəlik- Qara dəliyin içinə düşəndə qara dəlik, günəşin mən sənə deyim, biz onun bütün xarakteristikalarını demək olar ki, bilirik. Yeganə xarakteristikasını bilmirik ki, qara dəlik düşəndən sonra nə baş verir. Necə bilirik biz? Elementar şəkildə biz görürük ki, qara dəlik hər hansı bir ulduzu içinə çəkəndən sonra nələr baş verir. Və biz bilirik? Nə baş verir? Necə bilirik? Çəkəndən sonra nə baş verir? ulduzdan əsər əlamət qalmır. Məsələn, orada hadisələr üfüqü ətrafında İzlənəbilir tərəfini də elə Bəli. izləyirik biz, işıq şüaları ilə izləyirik. Hətta İşıq oradakı şüası molekulyar Bəli. dəyərləndirmələri belə, yəni kimyəvi biz an və an dəyərləndirmələr. belə görə bilirik. Hətta bəzən belə biz uzun müddətdir qara dəlikdən hər hansısa bir şüalan, hər hansı bir şüaların çıxmasını və s. belə inkar edirlər. Amma Stephen Hawking deyir ki, yox, o var. Yəni, qara dəlik belə özü də bir şua ifraz edir. Bu yaxınlarda sübut olundu ki, qara dəliklər də bəs az sayda amma şua ifraz edir. Onun da adını Hawking şualaması Yəni bu qoyuldu. qara dəliyin bizim nizam mövzusuna nə dəxli var? Yox, abi soruşdu ki, qara dəlik nədir? Biz bilirik qara dəlik nədir? Necə yaranmasını bilirik, necə formalaşmasını. Qara dəlik günəşin 20 dəfə günəşin kütləsindən 20 dəfə çox olan bir Öz üstünə düşür. Hə, 20 dəfə daha çox, yəni ən azı onun kvalifikasiyası odur ki, bizim yəni ölçə biləcəyimiz günəşdən ən azı 20 dəfə daha çox olmalıdır. Bir ulduz günəşdən ən azı 20 Güneşdən dəfə 200 dəfə böyük olan 20 ulduzlar dəfə, var. 20 dəfə. Bu minimal Qara dəliyin Abi, oluşma minimal prosesi götürürəm. var axı. Ayrın deyir. Bax, Bu izah edin də, bax. Güneşdən ən azı 200 dəfə böyük ulduzlar var. Bildim. Bunlar niyə qara dəlik deyil? Onun qara dəlik formalaşması üçün günəşin daxilində olan bütün o yanacağı, yəni ki bu termonüvə reaksiyalar artıq bitməlidir. Bitəndən sonra əslində qalsa günəş mütəmadi olaraq gravitasiyaya qarşı mübarizə aparır. İçinə gedən termonüvə reaksiyası onu genişləndirir, ətrafdakı gravitasiya onu sıxır. Və bunun içindəki bütün o yanacaq bitəndən sonra ki, yəni yeni bir, yəni helium, deuterium və s. yaranmır. Gravitasiya onu sıxır, maksimum ən böyük kütləni, ən balaca nöqtənin içinə sıxdığın zaman qara dəlik yaranır. Və orada artıq hər hansı bir fizika qanunlarına gedə bilməz. O dərəcədə ora içinə çəkən bir cisimdir ki, oradan işıq belə çölə çıxa bilmir, əfsuslar olsun. Onun üçün hadisələr üfüqünü keçdin ha. Ondan sonra işıq geri qayıtmır. Prosta bir hipotezdir bu. Hipotez deyil, hesablanıb. Abi 2016-cı ildə artıq sübut olunub ki, qara dəliklər var və necə çalışır. Ay, bax, əzizim, mən demirəm ki, qara dəlik yoxdur. Mən qara dəliyin varlığını yapıram. Deyirəm ki, amma qara dəliyin nəliyi, necəliyi haqqında deyilən şeylər Hipotez deyil, yox. Sadəcə qara Fakt dəlik olaraq olduğunu bununla bağlı çoxlu akademik araşdırmalar və sübutlar da var. Necə Biz araşdırırlar da bunu bir Mən sənə izah eləyim də. Bəs birbaşa olaraq bizim səmaya göndərdiyimiz, məsələn, James Webb teleskopunun özünü götürək. James Webb teleskopu uzun müddətli araşdırmalar əsasında baxır, görür, onun kimyəvi tərkibinə qədər görür. Nəyin sayəsində? İşığın sayəsində. qara dəlin kimi tərkibini. Qara dəlin ətrafında olan bütün proseslərə əsasən bilir ki, bu necə yaranıb və qara dəlin içinə düşən işıqla nələr baş verir. Çünki o işıq bizə gəlir. Xaricində olan prosesləri çox rahatlıqla görə bilirsən. Hətta yeni yaranan qara dəlilər belə ölçə bilir ki, bu yeni yaranıb, nə vaxt yaranıb, necə bunu ölçür? Onun kimyəvi təsiri.
Burada astrokimya diye böyük bir sahə. Qara dəliyin özünü görmək mümkün Bax, deyil. mən də sən izah edeyim. Qara dəli necə müəyyən ediblər? Qara dəli yer kürəsində olan səhv etmirəmsə 9 dənə teleskop olur və o 9 dənə radio teleskop eyni anda müəyyən bir belə hesablamalar əsasən orada qara dəli olmalıdır. Nəyə görə? Çünki lensləmə effekti görüblər şəkillərdəki. İşıq gəlib bura, buradan əyilib keçib. Hesablayıblar ki, qardaş, burada demək ki, nəsə təsir edir qravitasiyaya ki, işıq buradan əyilib keçir. Və bunun sayəsində artıq bütün radio teleskopları bura yönəldiblər və həmən anda hadisələr üfüqü, işıqlanması, məsələn, hadisələr üfüqüdür. Yəni, o hər hansı bir ulduzu içinə çəkib, orada artıq işıqlanma baş verir. Mən çox sadə dillə izah edirəm bunu. İndi fiziklər mənə buna görə pazlayacaqlar, mən çox sadə dillə izah edirəm. O işıqlanma, o hadisə üfüqündə, Interstellar'da gördüyün o qarqançua, qara dəliyin o işıqlanması var. O bilsən nədir proses? O hər hansı bir ulduzu içinə çəkir, spagetti kimi dartır və o işığı o öz içinə polunu, qaranlığa çəkənə qədər var. O müşahidə olunub, bunun 2016-cı şəkili də var. Baxdanın görüm, şəkili bilirəm, var. Çəkilən bizim cəpəklə çəkməyiblər. Onu infraqırmızı bütün filtrlərdən keçirib. Bunu heç bəyənmirəm. Yəni mən deyirsən, biz heç bir şey yoxdur. mən bunu hər hansı sübut edə bilirəm. Sən deyirsən, yoxdur. Amma var axı Yox, faktlar. söhbət yora gəldi. Deyirsiniz ki, qara dəlikdə fiziki qanunlar işləmir. Hələ işləmir də fakt. Çünki işıq oradan çıxmır. Yalnız şua çıxır oradan. İşıq belə çıxa bilmir. Əzim, işıq niyə çıxmır oradan? İşıq çıxır çünki qravitasiya aşırı dərəcədə Əslində güclüdür. qanuna tabedir, gravitasiya güclü olmasına tabedirdən işıq. Orada qravitasiya aşırı güclüdür. Məsələ odur. Bildim də aşırı güclü olsa da bu bir qanun çərçivəsindədir ya yox. O qanun yeni yaranıb. Biz təzəyə bilmişik ki, bu Biz təzə qravitasiya bilirik, o qanun yeni yaranmayıb, biz təzə bilirik. Qara dəlik olmazsa galaktika olmaz. Necə bu qanun təzə yaranır? Necə qalacaq olmaz? Galaktikanı saxlayan qara dəlikdir. qalaktikanı saxlayan qara dəlik Qara deyil. dəlikdir. Qara dəliklər olmasa galaktika olmaz. Hər galaktikanın mərkəzində qara dəlik olur. Biz bayaq elə bir qara dəlik haqqında sizə bilmirdik. Hə. Amma okey, yaxşı. Haqqında bilmirdik demirəm. Mən deyirəm, bax bu yaxdan diqqətlə qulaq asmırsınız. Mən deyirəm ki, qara dəliyin olduğunu bilirik. Biz Andromeda'nın içindəki bioloji prosesləri müşahidə eləmirik. Yəni bilgi var. Bax, biz qara dəliyin olduğunu bilirik. Bundan əminik ki, qara dəlik var. Şəkil də çəkilir. Amma bu içində baş verən proseslərdir, qanuna uyğunluqlardır. Bunlar sadəcə hipotez şəklində Tez deyilir. deyil də abi. Gəl qayıdaq mövzuya. Okey, neysə. Baxın, Nizama sadələşdirin məsələn. Fizika elmi adlı elm var. Siz də biz də qəbul edirik ki, bəli, fizika elminin müəyyən elədiyi, yəni əsaslı qanunlar artıq öz sübutunu tapmış qanunlardır. Bax, söhbət bunlardır, söz bunlardır. Sabit qanunlar kainatda var yoxsa yoxdur? Biz deyə bilmərik ki, sabit qanunlar Yəni, var. Çünki yox, qanun saymırsınız. mən qravitasiyanı sabit qanun saymağım üçün Sabit deyən gələcəkdə qalacaq yox. Yəni sabit qanun yəni hazırda stabildir. Hazırda stabil. Hazırda. O da mən onun stabil olmasının səbəbini keçən dəfə izah eləmişdim ha. Mən qravitasiyanın çalışdığını görürəm. Səbəbini bilmirəm. Yəni Kvantlaya bilmirəm də məsələ budur. qanun yoxsa yox. Yox, bu çünki mən bunu izah edə bilmirəm. Aha. Məsələ budur. Yəni qravitasiyanın çalışmasının mikro səviyyədə necə çalışdığını mən bilmirəm. Bilirəm ki, bu var. Amma məsələ odur ki, mən gələcəkdə qravitasiyanın tamamilə başqa cür izah olunacağı, qravitasiyaya təsir olunacağı, necə olacağını bilmirəm. Və elə şey də baş verə bilər ki, biz artıq qravitasiyadan da istifadə edəcəyik. Demək ki, biz artıq mövcud. Bəs mən də onu deyirəm ki, əgər gələcəkdə biz bir şey edə biliriksə, demək ki, ümumi biz bundan qabaq qəbul etdiyimiz nizam çərçivəsində qravitasiyanın təsirini biz nizam qəbul ediriksə, sonra biz həmin o qravitasiya təsirini dəyişə bilirik. Demək ki, biz ümumi Tanrının qoyduğu nizamı dəyişə bilirik. Qravitasiya təsirinin dəyişdiyini necə deyirsən ki? Anlayıram, qravitasiya təsirini necə dəyişə bilər? Bax, mən də onu deyirəm sənə ki, Biliyə görə dəyişə bilər də. bəs mən də onu deyirəm ki, mən əgər ona gələcəkdə təsir edə biləcəmsə, ki, çox güman ki, təsir edə biləcəyik. Qanun olmayan və qanunların işləmədiyi də mexanizmalar var. Tanrının qoyduğu qanunları mən dəyişə bilirəm. Siz deyirsiniz ki, bayaq dediyim kimi, əgər mən saatın mexanizmini dəyişə bilirəmsə, deməli onun müəllifi bu saatı düzəltməyib. Yox, biz elə demirik, indi deyəcəm mən, biraz da açıqlayaq bu mövzunu. Siz girişdə Vüsal bəy mənadığınız sualı dediniz ki, fiziki sabitləri hamımız qəbul edirik, həmişə bağlı. Günəş və onun enerjisinə bağlı olan bütün sabitlər, istər ekosistemi təmin edən mexanizma, sabit qanunlar. Füzyondan əvvəl, yəni günəşin varlığından əvvəl var idi ki, o qanunlar. Və ya füzyon reaksiyonu bitdikdən sonra olacaq ki. Günəşin varlığından öncə, yəni Yaranmamışdan qabaq. yaranmamışdan öncə də müəyyən qanunlar qonuluqlar olub da. Həmin Demək ki, neymiş, qanunlar adaptasiya olurmuş da Fazil bəy. Yox, adaptasiya yəni Qanunlar, bax günəş yoxdursa, günəşə bağlanan, günəşi hədəf alan və günəşlə
mərkəz götürülən, indekslənən qanunlar necə var ola bilir? O günəş yarandan sonra baş verib də. Yəni günəş yaranmamışdan Günəş qabaq yoxdursa qanun da yoxdur qanunlar deməkdir. olmalı. Sabah günəş olmayacaq, sonra bağlı qanunlar da artıq yoxdur deməkdir. Əlbəttə, yəni günəş sistemi aradan getsə, bəlli indi tanıdığımız qanunlar da aradan gedə bilər. Məsələn, günəşin yerin bəlli məsafəsi. Elə bunun özü böyük bir. Bu arada qanunların dəyişmədiyini deyə bilərsiniz. Newtonun bəlli qanunları var ki, bəlli hesablamalarda yetərsiz gəlir. Qanunlar, yəni fiziki sabitlər dəyişməz deyə bir anlayış var ki, Fiziki sabitlər dəyişmir, yox. Sabitlər dəyişmir. günəş yoxdursa o günəşi istiqamət alan indeksli sabitlər necə sabit qala bilər şu qanunlar? Günəş yoxdursa. Günəşin yoxdursa, Ümumi sabitdən danışırıq. Biz orada nəsə oldu, olmadı. Məsələ burada bunun ən böyük mövzularından biri lütfçisin problemi. 3 dənə günəş olsaydı bizim qanunlarımız fərqli olacaqdı. Necə ki var da. Məsələ bir sən nədən gəl? Mən bildim nə demək istəyir abi. Sadə izah edeyim. Bax, gəl təsəvvür edək ki, bizim burada günəşimiz var. Bir də Bizim ətrafında fırlanır. Hələ birdən gedək də. Bu bir dənə günəş. Biz bu qapalı sistemin içindəyik, ümumi bir şeyin içindəyik də, biz qalaktikanın içindəyik. Bizim burada günəşin itməsi ümumi sistemə səncə təsir edirmi? Günəşin itməsi Hələ günəş 7 milyard il sonra çəkəcək özünə, partlayacaq, aləmdə təsir edəcək. Səncə bu xaotik baş verir yoxsa? deyil, nizamlıdır. Amma bu ona təsiri sən necə nizamlı deyə bilərsən? Ya nizamda təsir olmayacağı anlayışına necə gəlmirsən ki? Nizamlı olması mənə Bax, mən görə sənə bax, xaotik nəticələri gətirib çıxarmamalıdır. Xaotik nəticə dediyim şey nədir ki? o da böyük bir nizamın içindədir. Yox, Bu nizam xaotik adı nəticə altında nədir? siz səbəb nəticəni sabitləyirsiniz əslində. Çünki onun füzyon reaksiyonu bitməyi, orada bir Yəni reaksiya 7 milyard bu günəş olmalıydı. 7 milyard deməyək, 4.5. Hətta 13 milyard deyil. Çox maraqlıdır. 13 milyardır bu günəş yaşamalıdır. 13 milyardır bu qanun olmalıdır. Bundan sonra mənim artıq buna bir şey qoymuşam. Kim də bunu yazmır? Niyə belə Bunu təsəvvür? para bağlayırsınız. Bax, o mənə maraqlıdır ki, sən burada hansı yəni məqsəd görmürəm burada. Yəni bu 13 milyardır niyə var idi? Niyə 13 milyardır insanlar burada var idi? Və insan bunu 7 milyardır sonra indi təsəvvür edək ki, insanlar var. Buradan çıxdılar. Bu sistemdən çıxa bilməmə olasılığı da var. 13 milyardır sonra buradan öləcəkdisə, mən buradan çıxa bilirəmsə, mənim burada çıxmaq şansım da nizamın içindədirsə, bunun mənası nə idi? Yox, misal bax, sən orada zaten məqsədin nə olduğunu zaten bilə bilməzsən. Məqsədin olduğunu əminik. Kainatda bir məqsəd var, buna əminik. məqsəd var. Nizamın səhərlərindən biri bu. 100%. Kainatın məqsədi var, o da yoxdur. Amma o məqsədin nə olduğunu bilə bilmərik. Tamam. Sən onu bilmirsənsə, hardan bilə bilirsən ki, məqsəd var? Hardan? Bayaq dedin, mənə 1, 2, 3, o necə çıxarırsan ki, məqsəd? Deyim də sabah, cahiliyim, məntiqlə cahiliyim sabah. Bax, 3 dənə bənd qoyuram sənə. Bax, sual verirəm sənə. Başa düşülən şeylər. Ümumi məntiqdə bilirsən də, məntiqin izahı budur ki, məlumlardan çox məhsullar. Bəli. Başa düşülən şeylər məqsədli formada yaradılır ya yox? Sən başa düşməyin məqsədi ilə yaranır. Misal üçün, mən rəsm əsərinə baxıram, başa düşürəm. Kitabı oxuyuram, başa düşürəm. Misal üçün, hansısa bir telefonu əlimə alam, başa düşürəm, oyuncağı əlimə alam. Başa düşdüyüm hər bir şey məqsədli formada yaradılıb ya yox? Yox. Sən onu başa düşməyin, Qayadakı bir kəsəyə də görürük, daşı da görürük, onu da başa düşürük. Amma onun niyə yanlış analogiya? əslində sizin analogiyanız. Çünki bax deyim sənə, biz haqqında danışdığımız, biz kainatdan danışırıq. Haqqında danışdığımız şeyi misal olaraq verə bilmərik. Bundan niyə rəsmdən Çünki biz danışırsınız? onu aydınlaşdırmaq üçün yola çıxacaq. analogiya. Hə. İndi mən deyirəm ki, bax tutalım, bax misal verirəm sənə, bax atıram bunu yerə. Bax misal olaraq verirəm. Bir də yazıram ki, Tamam da. bunu oxuya bilərsən mənim üçün burada nə var. Bunu oxuya bilərsən, düzdür. Və başa düşə bilirsən nədir bu. Deyirəm ki, sən bunu başa düşürsən, bunu başa düşmürsən. Niyə? Çünki burada mənim məqsədim yox idi. Eləcə atırdım bu çıxanı. Amma burada mənim məqsədim var idi. Mesaj atırlar. Okey. Başa düşülən şeylər məqsədli formada olur. Başa düşülən şeylər. Baş olmayan vaxtları niyə işə yarayırdılar? Deyəcəm, diqqət elə bir dənə, səbir ol. O şey,
şuur tam ayrı mövzu. Ümumiyyətlə mən ekosistemin varlığını demirəm. Deyəcəm, səbir ol qara, bax, məntiqdən çıxardır. Günəş sistemi heç olmamışdan Tamam, məntiqdən çıxardır. Bildim, bu. Başa düşülən hər şey məqsədli formada yaradılıb. Kainat özü. Başa düşülən deyə yox. Tam mümkün. qismən. Tam 100% deməzdim. Çünki biz kainatın nəyin içinə genişləndiyini tam bildiyimiz müşahidə edə bilirik, amma başa düşmürük. gördüyümüz yerləri başa düşürük ya. Sən misal üçün o boyda rəsmin içində balaca bir pikseli başa düşürsənsə, o demək deyil ki, burada bir məqsəd var. Məsələ odur. Sən 5%-ni başa düşür, 95%-ni başa düşmürsənsə, Sən bu 5% pikseli görürsən. Bu Müşahidə 5% burada. 5% Bunu başa düşürəm. digər 95-nin nə işə yaradığı bir məntiq Yes. problem yaradır. Sənin bunu müşahidə edə bilməməyin başqa bir şeydir. Bunun başa düşülməz olduğu başqa bir şeydir. yo, mən sənə görünən kainatın 5%-ni başa düşürük deyirəm. Müşahidə ilə bildiyin yeri başa düşürsən ya, anlaşılan. Mən sənə bayaqları bu voidləri nəyə göstərdim? Mən bunu başa düşürəm. Bu 5 dənəsini başa düşmürəm. Onu başa düşmürsən yox, səbəbin bilmirsən. Bax, başa düşməyinə səbəbin bilmək ayrı bir şeydir. Bax, adi bir tanışsan ki, 7 ildən sonra asteroid gəlib Okay. Aya. Bu o deməkdir ki, kainatın özü başa düşüləndir. Sən anlayırsan bunu, başa düşürsən. Həmçinin dünyanın özü bir xəstəliyin əgər dərmanını tapa bilirsənsə, deməli bu başa düşüləndir, sən bunu oxuya bilirsən. Kainat da başa düşülənsə və başa düşülən hər şey məqsədli formada ortaya çıxırsa, məntiqin bizə dediyi budur ki, kainatın bir məqsədi var. Əks təqdirdə sənin bunu anlama lüksun yoxdur, başa düşmə lüksun yoxdur. Bəs mən də buna kontur verirəm ki, kontur arqument verirəm ki, 7 milyard, 5 milyard il öncə eyni mexanizma və eyni məqsəd yönlülük, yəni sizin dediyiniz məntiq çıxarışda işə yarayırdı. Kim üçün idi? Kim üçün idi, o başqa Nə bir üçün şey. idi? Bax, dinsən. Yenə də bu məqsədə çıxarılır. Əgər biz məntiq insan üçün dəlildirsə, biz misalı insandan veririk. Məntiqə uyğun olan hər arqument realda keçərli olmalıdır deyə bir şey yoxdur. Keçərlidir. Hamısı deyil. Dedüksə keçərlidir. Hamısı deyil. Bəli. Bu arada deduktiv çıxarışı, deduktiv çıxarışda deyil. Yox, Bu siz seçimdə ən yaxşı izah budur deyirsiniz. Məntiq doğru. Ən yaxşı izah budur deyirsiniz. Bu dedüktiv çıxarışda başa düşdüyümüz hər bir şeyin məqsədi var, hər bir şeyin. Hətta Amma sən Onun yenə özünün deyirəm, kifayət sən edici kainatı 100% başa düşmürsən ki, deyirsən kainatda bir Mən məqsəd yox, var. siz deyirsiniz. Mən deyirəm də, məsələn, tonla, yüzlərlə misal verə bilərəm ki, bir şey təsadüfüdürsə, yəni dizayn Gəlin olunmuşsa, hamımızı qəbul edin deyə də yer kürəsi barədə bir 90% biz hər şeyi başa düşmüşük yoxsa? Yox, biz okeanın 5%-ni bilirik cəmi. Yox. Yeni canlılar Sağ tapılır. müşahidə eləməklə, analiz eləməklə başa düşməyi qarışdırırsan. Okeanın 5%-ni biz müşahidə eləmirik. Siz qarışdırırsınız. Ziya bəy, müşahidə mən edin, tam hər şey başa qərar düşür. vermək istəyirik ki, sizin o məqsədi ortaya qoyan konsept nədir? Tanrıdır, dizaynerdir, nə bir tanımı var, tanımı nədir? Mükəmməl eləyir, yaxşı eləyir, pis eləyir. Bunu mən bilmirəm, baxın, çox sağ tamamlayın. Deyim sənə. Bir də qısaca deyim sənə. Bu dediğin məntiqi qanun var ha. Bizə bilsən nə deyir? Bu məntiqi qanun sadəcə bir şey izah edir bizə. Kainatı yaradan varlıq ağıllı bir varlıqdır. İntellekt sahibi. Ha, intellekt sahibi. İntellekt sahibidir. Biz bunu deyirik. Burada mənim birdən çox, hətta yüzlərlə burada ortaya sual qoya bilərəm. Məntiqli, bacarıqlı və mükəmməl varlıqca səhvlər eləyib. Bu bir. Bacarıqsız olur. Yox. Bu Ümumi Biyolojik xronologiyada ciddi sıxıntılar var. Ciddi problemlər var. bioloji şəraitlər fərq edir. Yox, şərait yəni ideal şəraitdə bu dəqiqə ideal şəraitdə yaşayan uşaqlarda genetik gen-barə xəstəliyi İdeal çıxır. şəraitdə olmasını sübut eləmək lazım. Tamamlayım dedə Fazil bəy. Yoxdur. Əgər Tanrı mükəmməldirsə, Hər bir səhv şeydə- elədiyi ortadadır. Bunu, yəni, nə mənada səhv edir? nəyə deyirsən də? Elementar bir şey deyim də, Eyni sual verir. məntiq Hər birimizin qanunlarıyla mən izah gözündə. edeyim ki, niyə sistem Hər birimiz, bir dənə bir söz deyim, bir dənə bir söz deyim. Hər birimiz, bunu heç kəs inkar edə bilməz. İnsan gözündən başlayaq. İnsan gözündə kör nöqtə deyilən bir şey var. Bu arada şəraitdən dəyişilən bir şey deyil. Kör nöqtə olması artıq onun göstəricisidir. Burada hər hansı mükəmməl söhbət etməz. Bu artıq şərait məsələsi Biz deyil. mövzudan burada çıxdıq. Onda siz qəbul edirsiniz ki, Tanrı var amma səhv edir. Yox, sizin konsepsiyanızdan çıxaraq deyirəm ki, siz buna mükəmməl bir yaradılış kimi baxırsınızsa, okey də mənim boğazımda olan 2 dənə borunun niyə bir-birinə yaxın olması və yaxud da zürafənin o boğazında belə Deyək ki, tamam, bayaqdan bizim danışdıqlarımızın əsas məqsədi bu idi ki, budur ki, yəni getməyək buna ki, səhv varsa deməli o Tanrı səhvdir. Yox, niyə ona getmirik ki? Əgər biz Tanrı səhv demirəm ha.
mən sizə, sizin mənə verdiyiniz mükəmməl bir şey yaradan Tanrının, daha doğrusu kamil bir Tanrının məqsədi varsa, tamam, mən izah edin görüm ki, mənim niyə boğazımdakı 2 dənə boru bir-birini ağzadı və mən çörək yeyəndə niyə mən nəfəs boruma gedirəm? Məqsədə dedim, axı məqsədin nə olduğunu, məqsədin nə olduğunu Biz bilmirik. Başa düşmək çətin. Yəni heç bir şeyə təsir etmə gücü olmayan bir canlının niyə boğazında 2 dənə borunu yan-yana qoyasam, o da məqsəd nədir mən bilmirəm. Amma Tanrının gülüş burada gəlir. məqsədi nədir? Bax, yenə də deyirəm. Tələsməyəsən, yavaş-yavaş yeyəsən, ölməyəsən deyə. Yox, Yəni burada bir hikmət var ki, səbirli olasan. Yəni mən burada haransı bir... Bax, mən yenə də deyirəm, bax, misal üçün, mən bir yaxdan da Shakespeare-dən gəlmişəm, Shakespeare-dən də gedəyim. Gel Shakespeare. Misal üçün, mən Romeo Juliettanı Shakespeare-ə hansı məqsədlə yazdığını bilməyə bilərəm. Adam da ölüb gedib, bilmirəm, pul qazanmağa yazıb, tutmağa yazıb, nə bilim, məşhur olmağa yazıb, bilmirəm. Analogiya tamamilə əlaqəsi. Qoy bir dənə, mən maraqlı gəldim. Mən Shakespeare-in məqsədinin nə olduğunu bilməyə bilərəm. Amma mən Romeo Juliet əsərinə baxanda bilirəm ki, bu bir məqsəd əsasında dəqiq yazılıb. Bunu %100 bilirəm. Çünki başa düşürəm bunu. Okay. Amma burada bunu yazmaqda bunun məqsədi nə idi, nə çatdırmaq istəyir. Amma bilirsən ki, məqsəd var. Buyur abi. Çox böyük problem var burada Ziya bəy, Fazıl bəy, çox böyük problem var. Siz iki mövzunun ikisini də deyirsiniz. İkisini də eyni anda təqdim edirsiniz. Bir iş, sizin Tanrı dediyiniz mükəmməl yaradan bir anlayışdır. Belə qəbul edirsiniz. Onu sonda deyərik də, o Mükəmməl yaradan nə demək? Fazıl bəy deyir ki, Tanrı var və Tanrının yaratdığı şey mükəmməl olmalıdır. Mən də deyirəm ki, xətalar var. Və bunu kesinlikle O fikrə qatılmıram. Mükəmməl olmalı fikirlər yoxdur. Sən xəta ola bilər. Birinizdən fərqli çıxardım. Tanrının öz O zaman Tanrının mükəmməl yaratma Tanrı funksiyası sənə çökür. görə. Okay, tamam. Bu mükəmməlliyi biz anlamalıyıq, onu sübut eləmək lazımdır. Mən deyirəm ki, bax gör nədən bayaq dedim. Hər hansı bir xəta olmayan bir bir prosedur. biri sualı, biri izahdır. Bax izah budur ki, bayaq da dedim. Əgər saatda xəta varsa, bu saatın müəllifin olmaması anlamına gəlmir. Biz o müəllifi istəyirik deyək. O müəllifi tanımlayın da Fazıl bəy. Bu nizam o saatın Müəllifin xüsusatlarını bizə deyin. yaxşı. Xüsusatları. İkinci, bax bunu sual olaraq deyirəm. Bir dənə sual verirəm sizə və izah da verirəm. Deyin görüm ki, bu kainatı anlamaq üçün biliyə ehtiyac var ya yoxdur? Var. Var. Bəli. Bu kainatı anlamaq üçün biliyə ehtiyac varsa, bunu yaratmaq üçün necə ola bilər biliyə ehtiyac olmasın? Yaratma diye bir şey yok da təbii proseslerin Yaranması neticəsi üçün. var. Bu kainatın yaranması, başa düşmək üçün bu kainatın biliyə ehtiyacımız var. Biz prosesi bilirik axı bəy. Yox, bilirik. O bu bizim bilgimizdir. Baxın, bu kainatı anlamaq üçün bizim biliyə ehtiyacımız var. Düzdür? Bəli. Bu kainatı anlamaq daha asandır yoxsa yaratmaq? Yaratmaq diye bir şey yok da kainatın yaradılmadığını biz Yaxşı, bilirik. bu kainatı anlamaq daha asandır və yoxsa bu kainatın yaranması da asandır? Bu Hansı kainatın yaranması? yaranmasıyla yaranma prosesinin anlaması birbiriyle Yox, paralel hansı gedən bir asandır? anlayış. Hansı asandır? Anlaması. Asan, mən hansı prizmadan baxaram buna? Tanrı prizmasından baxaram, yoxsa Tutalım ki, gravitasiya sabitini anlamaq, başa düşmək daha asandır, yoxsa onun yaranması da asandır? yox, yəni siz məni yenə salırsınız. Siz məni axı salırsınız. Tanrının belə deyim prizmasını, Tanrıya inanan insan prizması. Yox, bilgi prizması deyil. Çünki biz Tanrının bunu necə bilməsini biz müəyyən etməliyik. Məsəl üçün, Tanrı bilir ki, Tanrıdan danışmıram mən. Tanrıdan danışmıram. danışıram. Deyirəm ki, Yaradandan danışır. Cazibə qanununun Tamam da, olmasını yaxşı. biz bilirik, hə? biz bilirik. Bu cazibə qanunun olmasını bilmək daha asandır, bilmək. Anlamaq daha asandır, yoxsa onun yaranması daha asandır? Yenə deyirəm də, yaranmasını deyirsinizsə, mən yaranması desəm, avtomatik olaraq Tanrı konsepsiyasına girməliyim. Yox. Hə, deməli yaranmayıb. Yox, siz məni başa yaradılmayıb. yaradılmayıb. Yaranmayıb deyirəm, yaranmayıb nə varsa. Okey. Yaranır da. Yaranıb, formalaşıb. Okay. Formalaşıb. Baxın, Məsələ odur ki, mən asandır deməyim üçün mən o formalaşma prosedurunu necə və hansı çərçivələrdən keçməsini bilməliyəm 100% ki, mənim bunu anlamağım, məsəl üçün ətrafda qravitasiya necə müəyyən ediblər, buna şeyin özündə Edwin Hubble-ın da 99-cu ildə gedən bütün prosedurları da bilməliyəm ki, bilirəm zaten. Okey, bilim ki, necə gəliblər çatıblar. Və buna baxmalıyam. Amma mən bunu bilmirəmsə, bunun asan olmasını necə müəyyən edə bilərəm? yəni hər halda hətta məktəb uşağı
bilər ki, bunu bilər ki, yəni çox sadə bir sual deyil bu İncilin sözündən. Yəni bir bilgiyə malik olmaq hər hansı bir mövzu vardır. O mövzunun ortaya gəlməsindən daha asandır. Bu mövzu çox mühüm mövzudur. Bax, istəyirəm deyim. Baxın, əslində biz tamaşaçılara siz düz dediniz əvvəldə ki, biz də bir tərif verməliyik. Bəli, İslamda İbn Sina tərəfindən nizam tərifi verilibdir. Yəni var oluşlar arasında bir əlaqənin olması və bir qanuna uyğunluğun olması, səbəb-nəticə əlaqələri ilə bir-birinə bağlı olması və bu prosesin, bu sistemin bir zəruri varlıq tərəfindən ortaya qoyulması nizamdır. Yəni daha doğrusu elə bir var oluşlar arasında əlaqənin olması, qanuna uyğunluğun olması, səbəb-nəticə əlaqələri ilə bir-birinə bağlı olması nizamdır. Və bu nizam onun nazimindən, yəni onun müəllifindən xəbər verir. Yəni bu bir tərifdir İbn Sina tərəfindən ki, bütün izləyicilər ola bilər desinlər ki, nəyə görə ilahiyyatçı deyək və ya dini müdafiə teistlər bir tərif vermədi. Yəni İbn Sina tərif verirəm, özümdən bir tərif demirəm. Amma baxın, biz kainatı anlamaq üçün biliyə sahib olmalıyıq. Necə ola bilər ki, kainatı anlamaq kimi daha asan bir proses bilik tələb eləyirsə, həmən kainatın sizin dediyiniz kimi ha vaxtsa formalaşması bilik tələb eləmir. Buyurun. Yox, ha vaxtsa formalaşmağa davam eləyir. Digər bir məsələni İbn Sina'dan gətirdik. Səbəb-nəticə. Səbəb-nəticə məsələsi İslamın azad iradə konseptini tamamilə çökdürür. Əgər hər şey, bütün mexanizma səbəb-nəticəyə bağlıdır, azad iradədən danışa bilmərik. Yox, axı biz insan termini deyək, insan varlığı ilə biz kainat varlığını ayırmalıyıq. Yəni heç yerdə deyilməyib ki, biz dağlara ixtiyar verdik öz-özünü yaratsın. Siz təməldə istər fiziki kuantum səviyyəsində və ya molekulyar səviyyəsində, istər bioloji səviyyədə bütün kainatdan insanı bir-birindən ayıra bilməzsiniz. Dəyərləndirmək istəsəz. Ümumi varlıq baxımından götürəndə bəli. Amma siz deyirsiniz ki, iddia. Biz heç vaxt İslam maarifində belə bir iddia yoxdur ki, insandan başqa bütün kainat ixtiyar sahibidir. Onda siz açıqlamalısınız ki, bu səbəb-nəticəni insanı kənara qoyursunuz, digər hər şey səbəb-nəticəyə bağlıdır. Səbəb-nəticəyə aiddir, insanın yaradılışı aiddir səbəb-nəticəyə. Amma seçim baxımından insanın hərəkətləri seçim baxımından səbəb-nəticəyə bağlı deyil. İnsan burada ixtiyar sahibidir. Yəni yaradılışımız səbəb-nəticəyə bağlıdır bizim. Bunu inkar eləmirik. Digər qanunlar kimi. Amma özümüzün həyatda hərəkətlərimiz bu artıq səbəb-nəticəyə bağlı deyil. Siz bunu nə ilə təyin edərsiniz? Öz İslam maarifinə görə deyil. Məsələn, Qurani Kərim. Yəni siz bütün kainatı ayırdınız, ora səbəb-nəticə keçərlidir orada. Bizdə də keçərlidir. Yaradılış baxımından keçərlidir bizdə də. Yaradılış baxımından. Mən səbəb-nəticə amma insan davranışlarını tamamilə səbəb-nəticədən müstəqil edir. Əlbəttə davranışlar. Bax, siz ateist mövqedən danışırsınız, biz teist mövqedən danışırıq, ixtiyar sahibiyik. Görürsünüz ki, hərimizin özümüzün ixtiyarımız var danışmağa, argument irəli sürməyə. Bu bizim azad seçimimizdir. Burada bir çelişki görmürəm. Çox maraqlıdır. Çünki mən bir nizam görürəmsə, o nizamın içində yenə də mənim xaotik azad iradəm ora təsir etmirsə, mən Azad iradə niyə xaotik olur? Orada mənim də çox böyük bir sualım bu boyda yazılır. azad iradə bunun içinə Tanımlamamaq üçün mən biləm ki, söhbət. mən hələ tanrını bilmədim. O sualı cavablandırardınız. Mükəmməl deyilsə, yəni biraz dezavantajlı. Mən o tanrını başa düşmədim ki, bu tanrı hər bilik. Bax, bilgi məsələsi burada ən böyük problemdir. Mən izah edeyim. Yox, Fazıl bəy bayaqdır ki, siz qəbul edirsiniz ki, tanrı biraz yəni qüsurlu ola bilərdi. Mən bilmədim, siz qüsurlu tanrı qəbul edirsinizsə, biz o istiqamətdə. Qüsurlu qəbul eləmirik. Yəni hələ qüsur söhbətini ortaya atmayaq. Tamam, nizamdan danışırsınız. Gəlin bilgidən gedək. Tanrı bu kainatı yaratdı. Bu kainatda bütün proseslər necə gedəcəyini müəyyən etdir. Daha doğrusu bir sistem yaratdı ki, gəl belə lap sadə dildən gedək. Bir mexanizm yaratdı. Bu mexanizm bunu hamısını nizamlayır və bütün var olasılıqları hesablayır. Tamam, iyi, hoş. Onda elə çıxır ki, Tanrı artıq öncədən bir senari vermiş olur bu kainata. Elədirmi, elə deyilmi? Mənə bu sualımdan cavab verin. İnsandan başqa bəli. Bitmiş bir film oynamış olur. Bax. İndi burada gəlir insandan başqa. Əgər insan bu sistemin içindədirsə, bu senarinin içindədirsə, bu artıq çox böyük problem yaradır. Bu öncədən yaranmış bir nizamlı bir sistemin içində heç bir bu sistemin təsiri altına düşməyəcək, azad iradəyə sahib olacaq, xaotik hərəkətlər, hesablana bilməyəcək hərəkətlər edən bir insan nizamın içində necə ola bilər və biz buna necə nizam deyə bilərik? İnsanın rəhbərliyindən söhbət gedir. İnsanın özünün yaradılışından yox. Yox, siz başa düşmədiniz. Mən dedim ki, kainatı ondan insanı ayırırsınız. Gecəm abi.
Kainatı nizamlı yaradıb. Bəli. İyi, hoş, bütün hər şey necə gedəcəyini İnsan da hesab nizamlı yaradıb, onu da qəbul bildim də, başa düşdüm. Bəli. O şeyin, günəşin azad iradəsi yoxdur axı. Hər hansısa bir başqa bir şey bayaqlar dedi, nəsə mən asteroid istədiyi zaman arxaya getmir. Tamam, o narazıyam səninlə. Biz bunu nizamlı kimi gözündən baxa bilərik. Bu sistemin içinə heç bir hesablana biləcək bir sistemin içine hesablana bilməyəcək bir canlı, azad iradəyə sahib olan bir canlını bu öncədən senari yazılmış bir sistemin içine necə sala bilirik biz? Və bu sistemi necə nizamlı deyə bilirik? Mənə o maraqlıdır. Aha. Çünki bu əgər senari üzrə gedirsə, onun bura getməsi, onun dəyməsi, hər bir şey nizamlı. Razıyam səndən, spor eləmirəm. Okeydir. Amma bura biz insan necə sala bilərik? Və biz insan bura salandan sonra, misal üçün, tənliyin x üstə gəl y bərabərdir 3. Y özünü necə aparacağını mən bilmirəmsə, mən ona necə 3 deyə bilərəm? Məsələ budur. Bu sistemdə çəlişki yaranır. İzah verin. Buyurun. Baxın, biz bir robot yaradırıq. Tamam. O robota seçim azadlığı veririk. Tamam. Bu bizim onun müəllifi olmasını aradan aparır. Müəllifdən söhbət getmir. Biz burada nizamdan danışırıqsa, mən o robota hər hansısa bir seçim haqqı verirəmsə, Bəli. onun hər hansısa bir yaradacağı məsələlər mənim günahımdır və nizamsızlıq verirəm mən faktiki olaraq. Aysa, Məsələ odur. Baxın, Yox, əgər mən onun sistemində koduna bu olanda bu if or gedir də o kodlaşdırmada. Mən buna hər hansı bir if və orları verəndən sonra o belə aparır sözdür. Bu artıq öncədən belirlənmiş senaridir və əgər belirlənmiş senari varsa, demək ki biz bu insanı bu içinə sala bilmirik və bu insanı bu içinə salandan sonra demək ki mən bu bayaqlar deyirsə şərait. Mən artıq öncədən senarisi yazılmış bir dünyanın içindəyəmsə, burada digər suallar yaranır. Bu arada çıxış bir dənədir. Ya azad iradə, ya Mən bir də konkretləşdir məsələni. Əgər kainatı başa düşməkdə biliyə ehtiyac varsa, həmin kainatın formalaşması, həmin kainatın yaranması və formalaşmasından öncə biliyə ehtiyac niyə yoxdur? Bunu biraz daha konkretləşdirim Big Bang məsələsində ki, qırağa qaçmayaq. Yəni Big Bang məsələsinin hal-hazırda da, yəni mənbəyi deyək, ondan qabaq nə olub, nə olmayıb, bu barədə məlumat yoxdur. Baxın, əgər Big Bang-i anlamaq üçün biliyə ehtiyac varsa, ondan qabaq bir biliyin olmaması, daha doğrusu Big Bang-i anlamaq üçün biliyə ehtiyac varsa, necə ola bilər ki, ondan qabaq bir biliyə ehtiyac olmasın. Yəni onun yaranması üçün, onun baş verməsi üçün biliyə ehtiyac bu olmasın. proseslər var edən bilgi deyil ki, bu prosesləri var edən səbəblər zinciridir. Birdən çox səbəblər zinciridir və təbii proseslərdir. Yəni burada bir bilgi məsələsi deyil. Axı, yəni bir elmin izah elədiyi bir məsələdir. Elm deyir ki, bunu anlamaq üçün biliyə ehtiyac var. Biz də bu sualın, bu iddianın cavabında deyirik ki, necə olur ki, onu anlamaq üçün biliyə ehtiyac var, amma onun özünün yaranması üçün ilkin bilgiyə ehtiyac olmasın. İlk informasiya. Bəli. İlk informasiya ilə var olan bir anlayış deyil, bu səbəblər zincirinə bağlı və təbii proseslərə. Bu artıq subyektiv fikir oldu da. Yəni bu artıq subyektiv fikir oldu. Xeyr, subyektiv fikir deyil. Təbii proseslər və təbii hadisələr nəticəsində var olan bir kainatdan danışırıq. Yəni ilkin səbəbi deyirik. İlkin səbəbin biliyə ehtiyac olması. İlkin səbəb və ilk informasiya kaotik bir mexanizma var edirsə, burada nizamdan danışa bilmərik. Yenə də qayıtdıq, yəni həmin mövzuya. Sizdən də cavabı eşitmək istəyirəm. Ümumiyyətlə biz bu gün əslində xaosla nizamı, yəni təsadüf yox, xaosla nizamı müzakirə elədik. Xaosda yəni tutalım insanın istər bədən quruluşunun yaranmasında, istər kainatın yaranmasında bir-biri ilə bağlı olan zəncirlər arasında əlaqənin səbəbini izah edə bilmədiniz məncə. Eləyə bildik. Eləyə bildisə indi bir Bioloji tərəfini mən izah edeyim, fiziki tərəfini izah edeyim. Əlaqəni, yəni tutalım ki, günəşin mən konkret edirəm. Günəşin yerdən uzaqlığı, bəlli bir uzaqlığı var. O uzaqlıq çox olsa yer məhv olar, az olsa yenə də yer məhv olar. Bu nə üçün belə vurulur? Xeyr, birincisi çox və az məsələsi kifayət qədər problemli bir məsələdir. Biz milyonlarla kilometr yaxınlaşırıq da, uzaqlaşırıq da o elliptik xəttdə. Yəni bu çox da böyük bir fəlakət yaradır. 156 milyon kilometr, 140 milyon kilometr. O məsafə deyəndə həmin şeyi də nəzərdə tutulur. İkincisi də Fazil bəy. Yəni həmin ölçünü də nəzərdə tutulur. Yəni oradan artmır və oradan azalmır. Olub amma. Yox, olub və indiki dövrdə bu belə hərəkət edən, bu deməkdir ki, elliptik hərəkət öz trayektoriyasını bir gün mütəmadi stabil saxlayacaq. Yəni bu əvvəl-axır yəni dəyişəcək. Hətta mən sizə bir şey dedim ki, ay hər il bizdən 4 mm uzaqlaşır. Yəni bir hardasa bəlkə də bir 100 il sonra biz ayı indi gördüyümüz trayektoriyada görməyəcəyik. Yəni bu özü artıq siz dediyinizin təzadıdır. Yəni ay, hətta belə deyim də, ay bizdən uzaqlaşandan sonra yer kürəsində olan
dalğalarda, bu da dəniz dalğaları, okean dalğalarının təsiri, get-gəlləri və s. dəyişəcək. Bu özü belə göstərgədir ki, bu hər hansı bir sabit bir şey kimi baxa bilməli bu prosesə. Mən bir neçə şey əlavə edeyim buna. Bu ayın uzaqlaşması məsələsi. Ay bəlli bir müddətdən sonra, 1000 il sonra, 5000 il sonra, 10.000 il sonra, milyon il sonra tamamən çəkim gücündən, yəni yerin çəkim gücündən bir-birindən qopduğunda yer gedəcək. Bəs o çəkim gücünün, o qanuna uyğunluğun özünün olması, yəni Qanuna uyğun şəkildə olmasını təsvir edirsə, bu gedir. Qanunun qalmayıb orada. gedir nə deməkdir? Uzaqlaşır. Yox, qanuna uyğunluğun özünün qanuna uyğunluğun Yəni demək ki, onu kim təyin eləyir? Demək ki, məqsədli şey. Burada da artıq problemlər orada çıxır ki, yaxşı, bunu sən niyə bu müddətli yaratmısan? Bu müddətdə məqsəd nədir? Yəni yenə də biz dirənirik ora ki, qadovda qəbsdir də, yəni biz bir boşluq tapmışıq və okey, burada bir məqsəd var deyirik və bu məqsədin kim tərəfindən təyin olduğunu bilmirik, amma bilir ki, var. Daha doğrusu çox gözəl nöqtədir. Yəni deyil, bir məqsədin olduğunu qəbul edirik. Yox, siz deyirəm, siz deyirəm. Biz qəbul edirik. Deyilsə, siz deyirəm ki, siz qadovda qəbsə gedirsiniz. Buna ağıl qəbul edirik. Fazil bəy, siz dediniz ki, günəş uzaqlaşsa və ya yer uzaqlaşsa və ya hər hansısa bir qanun var ki, orada o bəlli bir disiplində qalmış bir yer kürəsinə hər hansı bir asteroidin dəyməsi ki, bu dəyib, bunun sübutları var. %95-96% canlıların tamamən məhv edib. Digər məsələ, iqlim dəyişiklikləri zaten bu disiplinin bir parçası deyil. Yox, dəymə bir gəlib asteroid. Bu da bir nizamdır. O dəyməsə insan olmayacaq. Mən o dəyməni izah edeyim. Bir dəfə qarşıma çıxmışdı, əgər mənbəyin Aslında dəyməsə insan yaramayacaq. Baxın, Asteroid yerdən dəyməliydik ki, insan yaranardı da. Bəlkə insanın yaranması üçün dəyir. Burada artıq hara gəlib çıxırıq, yenə deyil suallar. Sizin tanrı tanımınızı. üzr istəyirəm, mən izah verim o məsələyə. Buyurun. Qarşıma çıxmışdı, amma mənbəyin 5 dəqiqə ərzində 5 çeşid tanrıdan danışırsınız. Yox, baxın, Çevik bəy, qulaq asın. Yerdən il ərzində nə qədər raketlər, peyklər uzaqlaşır. Bunların hər biri çəki deməkdir. Hər biri kütlə deməkdir. O kütlənin yer kürəsindən ayrılması az da olsa yer kürəsinin kütləsinə təsir edir. Və ona görə həmin kütlə qalması üçün müəyyən asteroidlərin özünə cəlb olunması təbii bir prosesdir. Ki, həmin kütlə təzədən qayıtsın. Necə, yəni yüksəkdən çıxmır. Hə, bildim. Yəni bu var, bu elmdə var, bu var. Yox, misal üçün atıram da, siz Voyager deyirsiniz də, artıq günəş sistemi tərk edir, indi Kuiper qurşağında. Tamam, yəni ki, bizim yaratdığımız bir şey tanıdı ki, bir dəqiqə saxla görmə, gözdə asteroid göndərim, dünyanın şeyini bərpa edeyim. Onda da çıxır ki, insan Tanrının qoyduğu sistemlə məzələnir. Yox, mən dəyişəcəm, çıxaracam, qoy azalsın yer kürəsi. Tanrı deyir ki, yox, siz ağırlanmadınız, alsa bir dənə asteroid bərpa edib yer kürəsi. Elə çıxır da məqsəd olaraq. Mexanizmi o cürdə yer cəzb edir özünə. Yəni bunu elm bayaqda işləyir. Mən bu nöqtədən sonra artıq bir şey deyə bilmərəm doğrudan. Sizin üçün əgər sizdəki arqumentlərin tamamı siz ora çıxır. Tanrı belə məsləhət görüb belə eləyir. Belə məsləhət görüb Son bir şey də soruşum dostlardan. Başqa bir şey var. Bunu da bir müəyyənləşdirək, yekunlaşdıraq. Ümumiyyətlə kainat, dünya, canlı aləmi fərqi yoxdur. Sistemdə, ümumi kainat deyirəm də, kainatda ümumiyyətlə xaos varsa və kainat xaotikdirsə, elm, science bizə həqiqətləri deyə bilər ya yox. Əgər kainat xaotikdirsə. Əgər kainat xaotikdir, yox, sən bir şey nəzərə almalısan da, mövcud indiki vəziyyət və xaosa doğru getməsi. Xaosa doğru Sən nisbi yanaşmalısan. İndiki vəziyyət sənə nizamlı kimi göstərə bilər. Əvvəlkinlə fərqləndirmə nizamlı göstərə bilər. Bundan sonrakıyla nizamlı göstərə bilər. Bugünkü gün kainat mənə nizamlı görünür, amma həqiqətdə nizamlı deyil. Yes. Razısam bundan. Aha, elə çıxır. Onda bundan bu nəticəyə gəlirik ki, İndi Tanrı bizi... Science, elm. Aha. Bizə həqiqətləri demir. Sadəcə mövcud vəziyyətin həqiqətlərini deyir. Deməli, onda mövcud vəziyyətdə hazırda nizam var ya yox. Məsələn, yerin cazibəsində xəta var. Nizam olmasa, elm işləyər. Ziya bəy, orada ciddi bir xəta var. Niyə xəta var? Elmin dediyi şeyin həqiqət olması başqa bir şeydir. Onun nizamlı olub olmaması başqa bir şeydir. Tamam, yaxşı, ona sual verirəm. Deyirəm, nizamlı olmayan bir sistemdə elm çalışır ya yox? Bəli, çalışır. Necə çalışır? Nizam yoxdursa, elm... Nizam yoxdur. Tamam, elmin dənəm metodikasını edək. Bax, misal üçün. Bayaq çəkdiyim misal. Siz tamamlamağa icazə vermədiniz. Otursan elmlə, bax, misal üçün deyirəm də, tutalım. Hansısa bir günəşin gravitasiyasını hesablayırsan ki, onun gravitasiyası bu qədərdir. Filan planetdəki gravitasiya bu qədərdir, filan peykdə bu qədərdir. Hətta biraz da tərdən gedib hesablayırsan,
qara dəliyin gravitasiyası bu qədərdir. Bunu hesablayırsan. Deyirəm, əgər kainat xaotiksə, nizamlı deyilsə, bu verilən datalar var bizə. Bu peykin gravitasiyası bu qədərdir. Misal üçün deyirəm, gravitasiyası, planetdə bu qədər, ulduzda bu qədər, qara dəlikdə bu qədər. Bu doğrudur ya yanlışdır? Baxın bunu necə tanımlaya bilərik? Zər örneği verdim bayaq sizə. Zərin təsirlə, fiziki təsirlərə məruz qaldığı fiziki təsirlərin bütün olasılıqları ölçə bilsək, biz nə çıxacağını milyon dəfə təkrarlasaq bilə bilərik. Elmin dediyi şey o mexanizmi ortaya qoyur. Nə təsir edir, nə qədər təsir edir və nəticə nə olacaq? Bu onun nizamlı olduğu anlamına gəlmir. Nizam budur da. Xeyr deyil. Nizam. Sən dediyin bu Yine de o qara kaotik dəlik buna təsir edirsə, biz artıq burada nizamdan danışa bilmərik. Yox, mən sualım bu deyə deyirəm ki, Bax, burada- əgər kainat xaotikdirsə, mənə verdiyin sabit var ya ki, Kainatda xaotik olmasını sənə görə deyirəm. Gravitasiyası bu qədərdir. Okay. bax, diqqətlə. Qara dəliyin gravitasiyasının bu qədər olduğunu. Bax, birinci sualım budur. Çox qısa da keçək, çünki ilk Tamam. Bax, deyir ki, qara dəliyin gravitasiyası bu qədərdir. Bunu dənizə çıxardırıq. Çox qısa mən üstün deyilən dənizə çıxardırıq ki, gravitasiyası bu qədərdir. Necə hesablayırıq? Onun verdiyi, misal şahı teleskopların verdiyi nəticədir. Amma mən buna nəyə görə Hesablama yoxdur. Heç bir hesablama var. Mən sənə nə demək istəyirəm? Riyazi hesablama ilə Bəli, çıxardırıq. bəli. Düzdürmü? İndi sən bir şey deyim də, mən sənə nəyə görə buna xaotik deyirəm? Çünki bunun təsiri bu qara dəlik bunları özünün içinə çəkdiyinə görə ətrafında gravitasiyasını dəyişə bilir deyə mən buna xaotik deyirəm. Məsələ budur. Gravitasiyasını dəyişəndə də biz onun gravitasiyasını hesablaya bilirik. Hesablayırsan, amma məsələ odur ki, sən bilmirsən necə nəticə verəcək. Yerə məsələ var bax. Sənin hesablama proqnozun yoxdur. Biz kainatı riyazi olaraq modelləşdirə bilirik, düzdür? Az çoxdan hə. Az çoxdan deyəndə yetər qədər Aha, modelləşdirə bəli. kainatı. İndi mən deyirəm ki, əgər nizam yoxdursa və kainat xaotikdirsə, Biz bunu necə edirik? modelləşdirmə necə baş verir? Çünki kainat özü xaosun içindədir və biz bir dənə model qoyuruq ki, bu cür işləyir. Bizim Bu cür bildiyimiz, işləyir, bizim bu cür işləyir. bildiyimiz, əldə etdiyimiz məlumatlar əsasında bunu Amma edirik. buna Amma nizam o deyil, yoxdur. o demək deyil ki, bizim əldə etdiyimiz məlumatlar hamısı 100%dir. Məsələ odur. Sənin görünə bilməyən kainat tərəfin var, görünə bilməyən kainatın bura Görünə təsiri var. bilməyəndən danışmırıq. Bəs mən də onu deyirəm də, sən bilməyən. görünə bilməyən kainatın sənə təsir edib etmədiyini bilmirsən axı. Yaxşı, görünə bilməyəni qoyduq 50-50-yə. Görünə bilməyəni bilmirik. Belə işləyirsə. O tənliyi artıq çalışmaz. Deyirəm, görə bildiyin kainatı modelləşdirə bilirsən. Modelləşdirə bilirəm. Ay sağ ol. Modelləşdirmən varsa, Amma 100% edə bilmirəm. O model 5 gün sonrası üçün keçərli deyil. kim Çünki ölçüdür? bugün günəş sistemini modelləşdir, sabah günəşin enerji füzyon bitsin. Dəyişəcək. Dəyişdi. Modelləşdirmənin içində, Aksiyonları siz nizamla. modelləşdirmənin içində gravitasiyanın dəyəri azala bilər. Və yaxud itələmə qanunu azala Bəs bilər. biz də deyirik ki, bu Düşürmə qanunu- səbəb-nəticə zinciridir. Mən deyirəm ki, ümumiyyətlə var ya, amma ümumiyyətlə. Bu riyazi model içində yüngül artma azalma olsa da model olaraq işləyir. Səbəb-nəticələr zincirinə bağlıdır bu. Təbii Amma hadisələr. nizamdır da. Xeyr, səbəb-nəticə ilə nizam başqa şeylər. Məncə siz razılaşmayacaqsınız. Məncə bunu artıq yekunlaşdıraq. Yəni Məncə mənim burada. Günəş Konkret sistemi fikrim içində budur ki- ölçümü aparılan metodika eyni qalsa da, sistem eyni qalmır. Mənim konkret fikrim budur ki, yəni yekun olaraq deyirəm, əgər kainat xaotikdirsə, biz ümumiyyətlə sayensdə, elmdən danışa bilməliyik, mümkün deyil. Çünki elm özü qanuna uyğunluqlar üzərində çalışır. Əgər qanuna uyğunluq olmazsa, elmin heç bir işlə tərəfi qalmır. Mövzu bir-birindən müstəqildir. Yox, mən deyirəm axı nizam qanuna uyğunluqdur. Mənim dediyim nizam budur. Siz determinizmlə qarışdırırsınız. Determinizm, tamam yekunlaşdırırıq. Determinizm çox qısa deyim. Determinizm müəyyən oluna bilinərlikdir. Yəni, səbəblərə baxaraq nəticəni müəyyənləmək. Zaten mən kainatı determinist sayıram, öz yerində. Amma nizam hər şeyin bir qanun çərçivəsindəki hərəkətinə biz nizam deyirik. Hər şey qanun çərçivəsindədir. Hörmətli izləyicilər, biz bugün nizam və xaosu müzakirə elədik. Əlbəttə burada kimin qalib olması, kimin məğlub olması mövzu deyildi. Bunu izləyicilər özləri güman edirlər. Əsas bizim vəzifəmiz bircə çatdırmaqdır. Yeni debatlarımız gözlənilir. Bizi izləyin.